Axşamınız xeyir olsun, aktual gündəmi izləyirsiniz. İran və Amerika Birləşmiş Ştatları arasındakı vəziyyət isti-isti hazırda cəryan edir və İran hazırda Yaxın Şərq ölkələrini, Körfəz dövlətlərinə zərbələr endirir. Hazırki vaxtda da xəbərlər yenilənir və İranın Küveytə zərbələr endirdiyindən bağlı məlumatlar verilir. Həmçinin İran Bəhreynə zərbələr endirir. Kütləvi informasiya vasitələrində isə məlumatlar yayılır ki, Amerika Birləşmiş Ştatları İrana qarşı geniş miqyaslı əməliyyatlara hazırlaşır. Vəziyyətin gərgin olduğu artıq ortadadır. İran Xarici İşlər Nazirliyindən isə məlumat verilib ki, hazırda vasitəçilər bəzi təkliflər irəli sürüblər və bu istiqamətdə də müzakirələr həyata keçirilir. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentindən isə açıqlama gəlib ki, Amerika Birləşmiş Ştatları İranla danışıqlara qayıda bilər. Bu mümkündür. Amma məlum məsələdir ki, Amerika Birləşmiş Ştatları İranla hansı şərtlər altında danışıqlar aparmaq istəyir və məlum məsələdir ki, Amerika Birləşmiş Ştatları İranın kapitulyasiya aktına imza atmasında, təslim olmasında maraqlıdır və İranın heç vaxt nüvə silahı olmayacaq deyə Donald Trump az qala ki, bütün açıqlamalarında Tehranın ünvanına ultimatumlarını çatdırır. Başqa istiqamətdən isə Ənsarullah hərəkatı səhər saatlarından etibarən bildirilirdi ki, bir bəyanat verəcək və biz gözləyirdik ki, bu bəyanat nə bəyanatı olacaq və artıq bəyanat da verildi ki, Babil-Məndab boğazı bağlandı. Hətta Səudiyyə Ərəbistanına məxsus gəmilərin oradan keçməsi belə qadağan edildi. Başqa bir tərəfdən də İranın Xarici İşlər Naziri Abbas Araqçının mətbuata geniş bir açıqlaması olub. Bununla yanaşı İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvinin də bir sıra açıqlamaları var. Bu açıqlamalar istiqamətində də bu axşam ekspertlərimizlə bərabər müzakirələr aparacağıq. Həmçinin verilən açıqlamalarda o da qeyd olundu ki, əslində məqsəd Birləşmiş Ştatlar və İsrail tandemini müharibənin əvvəlindən bu günə qədər məqsədi ondan ibarət idi ki, İranı parçalasınlar, lakin Türkiyə bu planı pozdu. Bu planın qarşısına keçdi. Türkiyə bu planı necə pozdu? Bu suallara da cavab tapacağıq bu axşam. Studiyamızın qonaqları politoloq Rəşad Bayramov, siyasi şərhçi Məhəmməd Əsədullazadə, jurnalist, siyasi şərhçi Kənan Novruzov və bizimlə Zoom bağlantısında isə Türkiyədən bizə qoşulub beynəlxalq münasibətlər üzrə ekspert Aziz Karazizdir. Hər birinizin axşamı xeyir olsun. İsti-isti hadisələr bəli davam edir və biz bu məsələləri sizlərlə bərabər müzakirə edəcəyik. Ancaq mən Aziz müəllimlə elə başlamaq istəyərdim. Aziz müəllim, Abbas Araqçının maraqlı açıqlamaları oldu. Həm bu istiqamətdə istəyərdim ki, şərhinizi alım, həm də Türkiyə məhz İranı parçalamaq planlarının qarşısını aldı. Bu planları pozdu, dedi İranın Xarici İşlər Naziri. Buna münasibətinizi həm də öyrənmək istəyərdim. Bu necə plan idi və bu planın qarşısını Türkiyə necə aldı? Evet, çok teşekkür ediyorum. Ben de sizlere ve stüdyodaki diğer dostlara da buradan selamlarımı iletmek istiyorum. Evet, şimdi İran-Amerika savaşı çok farklı bir boyuta geldi. Belli ki Amerika Birleşik Devletleri İran'ın kendi iç yapısına yönelik de bazı gayretler içerisine girmiş durumda ve bu müdahaleler sonrasında İran'ı çok basit bir şekilde düşündüğümüzde İran'ı güçsüzleştirip emellerine, hedeflerine ulaşmak istiyor. Tabii burada Türkiye'nin iki noktada endişesi söz konusu. Birincisi İran'ın kendi toprak bütünlüğünün sağlanması. Bunu en başından beri Türkiye Cumhuriyeti net bir şekilde ortaya koymuştu. İran'ın toprak bütünlüğünün toprak bütünlüğüne saygı gösterilmesi gerektiği yönündeki uyarılarını yapmıştı Türkiye. Bu yönde bir gayret söz konusu olunca da buna muhakkak ki karşı çıktı, engelledi. Ama tabii diğer yandan o İran'ın parçalanması durumunda bölgenin içerisine düşürüleceği durum da söz konusu. Yani İran gibi büyük bir ülkenin yaşayacağı istikrarsızlık ve o bölünmüşlüğün belki de neden olacağı bazı iç çatışmalar bölgeye de etki edecektir, sirayet edecektir.
bunu her açıdan düşünmek lazım. Hem oradaki sosyolojik açıdan insanların kimisi göç edecektir, kimisi yer değiştirmek zorunda kalacaktır. Bunu ne yazık ki o bölgede önce Irak'ta sonra da Suriye'de gördük ve yaşadık istikrarsızlığın nelere mal olacağını. Sadece ülkenin o sınırları çerçeveleyen ülkede değil, bölgeye de çok büyük sıkıntılar olacak ki Türkiye buna doğrudan etkilenecektir. Tüm bunların önüne geçmek maksadıyla Türkiye böyle bir hamle içerisine muhakkak girdi ki az önce de belirttim. Daha önceden de bunun saygı duyulması gereken bir nokta olduğunu söylemişti. Tabii ki bu noktada bir sonraki aşama ne olur, neler getirir onu çok da tahmin edemiyoruz. Yani savaş bir anda Hürmüz Boğazı Savaşı'na döndü. Amerika Birleşik Devletleri ve İran arasında Hürmüz Boğazı'nın kontrolünü tamamen ele geçirme yönünde bir savaşa döndü. Görünen o ki Amerika Birleşik Devletleri bunu ele geçirmek için, bunu başarabilmek için her yolu deneyecektir. Bölge ülkelerine yönelik bazı tazikleri var. Körfez ülkelerine özellikle bazı tazikleri var. Körfez ülkelerini kullanarak İran'a yönelik bir savaş sürdürüyor ama içeriden de İran'ı bölmek, parçalamak ve hedeflerine ulaşma yönünde adımlar atmaya başladığını da son dönemdeki gelişmelerle görmüş olduk. Hocam, bugün etibarıyla da Birleşmiş Ştatların belə bir niyyəti var mı İranı parçalamaq kimi? Şimdi Birleşmiş Milletler'in işlevini Amerika Birleşmiş Ştatlarının, Birleşmiş çok Milletler'in özür değil. diliyorum. Amerika Birleşik Devletleri'nin tabii ki yani Amerika Birleşik Devletleri belli ki bazı noktalarla bazı anlaşmaları yapmıştır. Yani bölüp bırakmayacaktır. Kendine yakın gördüğü, kendi yönetimine biat etmiş bazı gruplar diyelim, bazı oradaki etkin güçleri ülkenin yönetimine getirme yönünde tabii ki çaba gösterecektir. Yani tam anlamıyla bir bölme ve bölünmüş bir İran yönünde çabaları var. Yani sadece dağıtmayı düşünmüyor, kendi hakim olduğu noktalar da yaratarak ülkenin genelini, ülkenin yönetimini ele geçirmeyi düşünüyor. Bu çok mümkün değil. İran'ı hepimiz çok iyi tanıyoruz artık. Özellikle son dönemde olanlarla da gördük ki çok hassas dengelerin olduğu bir ülkeden bahsediyoruz. Bu hassas dengeleri bozup kendi lehine çevirebileceğini düşünüyorsa Amerika Birleşik Devletleri yine çok büyük bir yanılgı içerisindedir. Yine dedim çünkü farklı ülkelerde de özellikle Orta Doğu'da farklı ülkelerde de bu benzer hatalara hemen yanı başında Irak var. Bu benzer hatalara düştüğünü gördük. Çok büyük bir yanlış içerisinde Amerika Birleşik Devletleri'nin şu an gerek bölge olarak gerekse özelde İran'a yönelik politikalarının çok yanlış ve tehlikeli bir şekilde seyrettiğinin altını da çizmek lazım. Amma bu təhlükəli senarilərin arxasında daha çox İsrailin dayandığını bildirirdilər. Yəni, İsrail maraqlıydı İranı parçalamaqda. Ancaq siz bildirirsiniz ki, bunda həm də Amerika Birləşmiş Ştatları maraqlıdır, eləmi? Mən düz başa düşdüm. Tabii ki yani şu an İran ve İsrail'in bölgedeki politikalarda çok fazla ayrıldı. Pardon, çok özür dilerim. Amerika Birleşik Devletleri ve İsrail'in bölgedeki politikalarda ayrıldığını söylemek çok büyük bir yanlış olur, yanlışlık olur. Eyni politikanı yürüdürlər. Tabii ya kimi zaman Amerika öne çıkıyor, kimi zaman İsrail öne çıkıyor. Bazı son dönemde bazı noktalarda özellikle Amerika'nın İran'la yürüttüğü müzakerelerde ve Lübnan konusunda İsrail'in takındığı tutumda biraz farklı düşünceler içerisine girmiş olsalar da böylesi bir planda yani İran'ı bölüp mevcut yönetimi ortadan kaldırma planında birlikte hareket ettiklerini çok rahatlıkla söyleyebiliriz. Bu konuda muhakkak ki İsrail'in de katkısı vardır, parmağı rolü vardır ama şu sıralar o bölgede yani Orta Doğu'da İsrail biraz taktik olarak belki de gerideymiş gibi duruyor. Amerika Birleşik Devletleri daha öne çıkar gibi görülüyor ama iki ülke arasındaki bağları biliyoruz, çıkar bağlarını da biliyoruz. O yüzden burada Amerika Birleşik Devletleri sizin de söylediğiniz gibi yalnız hareket etmiyor. İsrail'in de muhakkak hem oluru hem de katkısı vardır diye düşünmekteyim. Rəşad müəllim, doğrudanmı Amerika Birləşmiş Ştatları tək başına siyasət yürütmür İranla bağlı, İsraillə bu sinxron şəkildə
yönündə addımlar atılır? Çünki mən bir çox ekspertlər müharibə başlayandan bu yana qədər analitiklərin biz fikirlərini eşitmişik ki, əslində İsrail maraqlı idi İranı parçalamaq. Amerika Birləşmiş Ştatlarının belə bir niyyəti olmayıb heç vaxt. İndi Aziz müəllim də bildirdi ki, elə deyil, elə ikisi də sinxron hərəkət edir. Elə Birləşmiş Ştatlar da İranın parçalanmasında maraqlıdır. Təbii ki, İranla bağlı siyasətdə Amerika Birləşmiş Ştatları və İsrailin bir sıra məsələlərdə oxşar mövqedən çıxış etdiyi aydındır. Yəni, bu və ya digər şəkildə konkret maraqlar, regionla bağlı maraqlar Amerika Birləşmiş Ştatları və İsraili eyni cür düşünməyə və eyni addımlar atmağa vadar edir. Amma mən Aziz bəylə o məsələdə razı deyiləm ki, Amerika Birləşmiş Ştatlarının belə deyək, istəyi bu günləri İranın parçalanması olub. Nəinki Amerika Birləşmiş Ştatları heç bir qərb aktyorunun indiyə qədər İranın parçalanması istiqamətində hər hansı bir planının olmadığı qənaətindəyəm. Prioritet Amerika Birləşmiş Ştatları üçün ondan ibarətdir ki, rejim dəyişikliyinə nail olunsun və Amerikanın maraqlarına xidmət edə biləcək bir rejim və yaxud da bir hakimiyyət formalaşsın. Yəni, İranı bir neçə yerə bölüb, orada uzun müddətli qarşıdurmalar, orada belə deyək, ayrı-ayrı aktorlarla dil tapmaqdansa, Amerika Birləşmiş Ştatları təbii ki, vahid mərkəzlə belə deyək, fəaliyyətini əlaqələndirib daha tez istədiyinə nail ola bilər. Digər aktyor, yəni söhbət İsraildən gedir. Təbii ki, İsrail isə İranın parçalanmasında maraqlıdır. Çünki İsrail Amerika Birləşmiş Ştatlarından fərqli olaraq düşünür ki, bu günləri parçalanma baş verməsə, daxildə bu və ya digər şəkildə qopmalar baş verməsə, İran region üçün təhlükə olaraq qalacaq. Xüsusilə də nəzərə alaq ki, biz İsrailin siyasətində İranın bir istiqamətində, yəni xüsusən də Türkiyə ilə sərhəd istiqamətlərdə bir Kürd dövləti projesinin olmasından da məlumatdır. Təbii ki, İsrail o baxımdan təkcə İranın parçalanması yox, həm də Türkiyənin təhdid altında saxlanılması üçün bu, belə deyək, plana həddiyə bilər və bu istiqamətdə də hansısa fəaliyyəti həyata keçirə bilər. Amma yenə deyirəm, bu günə qədər Amerika Birləşmiş Ştatlarının belə bir istəyi olmayıb. Bundan sonra ola bilərmi? Hər şey ola bilər. Bəs İraq Kürdistanının liderlərinə Tramp niyə zəng eləyirdi? Ayrı Rəşad müəllim. İraq Kürdistanının liderlərinə ona görə zəng eləyirdi ki, İraqla İran sərhəddində olan, bilirik ki, toplum şəklində Kürdlərin yaşadığı bir ərazidir. Bu və ya digər şəkildə onlar üzərində təsir imkanlarından istifadə edib, onları müvafiq rejimə qarşı ayaqlandırsın. Amma niyə ayaqlandırsın? Məqsəd nə idi? Parçalamaq yox? Ya, təbii ki, baxın, onsuz da Amerika Birləşmiş Ştatları ayrı-ayrı regionlarda bu və ya digər şəkildə bu cür ssenarilərdən istifadə edib. Amma hansında parçalanmanı belə deyək, həyata keçirib. Məsələn, Suriyada nə qədər var idi PKK yaraqları, hansılar ki, birbaşa Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə oradaydılar. Və onlara da nə deyilmişdi? Girirsiniz, Əsəd rejiminə qarşı vuruşursunuz, ondan sonra Suriya ərazisində bir Kürd dövlətinin yaranması üçün sizə bütün şərait yaradılacaq. Yaradıldı mı? Yaradılmadı. O baxımdan, yəni, bu günləri ərəqçi öz... Şərait yaranmadı başqa bir şey, amma istəmək başqa bir şeydir. Fikrini tamamlasın. Baxın, mən açığı, yəni mən nə deməyinizdən sonra mən düşünmürəm ki, istəyirdi. İstəmirdi, yenə deyirəm, istəyir Suriyada olsun, istəyir İranda olsun, bu Amerika Birləşmiş Ştatlarına özünün maraqlarına xidmət eləyə biləcək hakimiyyətin formalaşması və bütöv olaraq həmin ərazilərə nəzarəti məhz o özünə yaxın hakimiyyət vasitəsilə həyata keçirmək prioriteti idi, bir nömrəli prioriteti idi. Ərəqçi açıqlamasında İranın parçalanması və yaxud da həmin o Kürd qruplaşmaların İrana daxil olmasının qarşısının Türkiyə tərəfindən alındığına dair bəyanatla çıxış elədi. Bu, təbii ki, Türkiyə bu və ya digər şəkildə İraq Kürdistan lideri ilə, İraqın özünün belə deyək, rəsmiləri ilə bu istiqamətdə danışıqlar apardı. Çünki proses bu və ya digər şəkildə bu gün İran rejiminə qarşı proses yox, eyni zamanda dediyim o təhdidləri doğuracaqdı özündə. Türkiyə sərhəddi boyunca yeni silahlı qruplaşmaların meydana çıxmasına imkan yaradacaqdı ki, Türkiyə məhz bunun belə deyək, qarşısını aldı. Yoxsa Türkiyə də kifayət qədər bilir ki, bu günləri
hələ ki Amerika Birləşmiş Ştatlarının İranın parçalanması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur. Amma yenə deyirəm, bax bir şey təkrar vurğulayıram. Buyurun. İndiyə qədər belə idi. İndidən sonra? Proses bundan sonra eyni şəkildə davam eləyəcəksə, Amerika Birləşmiş Ştatları da İsrail kimi İran parçalanmadan zəifləməyəcək kimi fikri özündə formalaşdıracaqsa, o zaman dediyiniz istiqamətdə hansısa planların həyata keçirilməsi üçün fəaliyyətə start verə bilər. Amma bu günə bütün belə deyək, görüntü ondan ibarətdir ki, hələ ki bu günə görüntü ondan ibarət ki, hələ ki bu istiqamətdə addım yoxdur. Bu istiqamətdə addım olsaydı, Amerika Birləşmiş Ştatları kifayət qədər yaxşı bilir ki, İran daxilində parçalanmanı meydana gətirə bilmək üçün, İran daxilində bu və ya digər şəkildə ayrı-ayrı dövlətlərin formalaşmasını təmin etmək üçün birinci növbədə iş aparılası toplum orada yaşayan Azərbaycan türkləridir. Bu gün Azərbaycan türkləri ilə bu istiqamətdə hər hansı bir fəaliyyət həyata keçirilmirsə, demək ki, bu günləri o plan hələ ki ortada deyil. Çünki ağıllı ölkə, ağıllı dövlət, kifayət qədər, belə deyək, İranın daxili ilə bağlı məlumata malik olan ölkə faktiki olaraq bu planı icra eləmək üçün ilk növbədə Azərbaycan türkləri ilə bağlı belə deyək, fəaliyyətə start verməli idi. Onların nədəsə stimullaşdırmalı idi. Amma bu gün bu istiqamətdə biz nəyəsə belə deyək, şahidlik etmirik. Heç bir Qərb institutunda İranda yaşayan soydaşlarımızın hüquqları, onların təhsil hüququ, onların belə deyək, özünü öz müqəddəratını təyin etmə hüququ və s. ilə bağlı bu günə qədər bir dənə olsun bəyanat belə səslənməyib. Bir dəfə səsləndi, o da nə vaxt səsləndi? Bu İranda bir neçə müddət ki, o etiraz aksiyaları keçirildi. Stimullaşdırıb orada Azərbaycanlıları da ayağa qaldırmaq üçün bir-iki bəyanat səsləndi. Amma Azərbaycanlılar da kifayət qədər yaxşı bilirlər ki, bu günləri o bəyanatlar və yaxud da Tramp tərəfindən səsləndirilən bəyanatlar nəzərdə? Yox, Avropa İttifaqının Elə Tramp tərəfindən də bəyanatlar səsləndirilirdi. Tramp ümumi bəyanatlar səsləndirildi. Yanvar ayının 13-də, fevral ayının 28-də qalxın, qurumlarınızı ələ keçirin, biz də gəlirik. Ümumi etirazlara səslənirdi. Yəni, Azərbaycan əyalətləri böyük ölçüdə onsuz da aksiyalara qoşulmamışdılar və ayağa da qalxmamışdılar. Çünki onlar indiyə qədər İranda bütün siyasi proseslərin mərkəzində olublar. İranda nə dəyişiklik olubsa, onu bizim oradakı soydaşlarımız həyata keçirib və onlar kifayət qədər yaxşı bilirlər ki, bu günləri ayağa qalxıb Qərbdən öz müqəddəratını təyin etmə hüququnu ala bilməyəcəklər. Yəni, İran daxilində nə etsələr belə, İranın parçalanması istiqamətində müvafiq addımların atılması olmayacaq deyənə, onlar da özlərini güdaza vermək istəmədilər. Yəni deyirəm, amma bundan sonraki mərhələdə proses bu cür davam eləyəcəksə, Körfəz ölkələri bu və ya digər şəkildə prosesə qoşulacaqsa, Səudiyyə artıq demək olar ki, qoşulub. Birbaşa İranla vuruşmasa da, amma İranın proksi qüvvəsi olan Hamasla artıq, belə deyək, Hüsilərlə artıq konfliktə başlayıb, kəskin qarşıdurma mərhələsinə qədəm qoyublar. Hörmüz istiqamətində böhranın dərinləşməsi fonunda son Ankara samitinin bəyanatlarına uyğun olaraq Avropa İttifaqı ayrı-ayrı ölkələri də Amerika Birləşmiş Ştatlarının yanında dayanmaq ehtimalları ola bilər və bu fonda daxili qarşıdurmalar, daxili narazılıqlar, siyasi hakimiyyətlə güc strukturları arasında olan problemlər hansı ki, əsası qoyulub artıq və bunu faktiki olaraq Ərəqçi də özünün son müsahibəsində açıq şəkildə bildirdi. Yəni, onun ali dini liderin ölümü təhlükəsizlik qüvvələri arasında olan sızma nəticəsində baş verməsi və o sızmanın da bu gün də böyük ölçüdə aradan qaldırılmamasını deməsi faktiki olaraq Sepahı və digər güc strukturlarına hədəfə qoymaq kimi bir şey idi. Bu da artıq içəridə konfliktin formalaşdığını deməyə əsas verir. Yəni, bu günləri bütün bunlar baş verəcəksə, daxili qarşıdurmalar baş verəcəksə, o zaman hansısa parçalanma ssenarilərini ABŞ da okeyləyə bilər. Bu günləri hələ ki, bu istiqamətdə hər hansı konkret
plan mən görmürəm aslında. Baxın, Əziz müəllim bildirdi ki, parçalamaq kimi bir niyyəti var, sinxron hərəkət edirlər İsraillə. Rəşad müəllim bildirir ki, elə bir niyyəti yoxdur, amma gələcək perspektivdə Amerika Birləşmiş Ştatlarının belə bir niyyəti də ola bilər. Amma məni maraqlandıran budur. İndi biraz əvvəl də biz vurğuladıq. Yanvar ayının 13-də Donald Trump İran xalqına çağırış edirdi, ayağa qalxın. Fevral ayının 28-də başqa bir çağırış elədi. İraq Kürdistanının liderləri ilə Donald Trumpın telefon danışığı olub. Bunu mən demirəm. Bunu İranın Xarici İşlər Naziri Abbas Araqçı deyir. Trump özü də deyir, hətta silah da vermişdim onlara ki, paylasınlar etirazçılar. Silah da vermiş. Belə bir fonda doğrudanmı Birləşmiş Ştatlar İranı parçalamaq kimi bir niyyəti olmayıb? Bəli, Amerika Birləşmiş Ştatları təkcə İranı yox, regionda İraqı, Suriyanı da parçalamaq niyyətləri olub və bu strateji planda İsraillə Amerika Birləşmiş Ştatlarının planı olub. Nə vaxt olub? Bu müharibə vaxtı Suriya olub? məsələsini, Suriyadan başlayaraq, 2011-ci ildən başlayaraq, məsələn, Amerika Birləşmiş Ştatları, bəli, Şimali İraq Kürd Muxtariyyəti ilə Suriyadakı şimal-şərq istiqamətinə, orada PKK, YPG, PYD, Kürd terror təşkilatlarına ona görə silah verirdi ki, bəli, onlara söz verilmişdi ki, Kürd muxtariyyəti Aralı dənizinə çıxarılacaq. Bəli, müstəqil Kürd dövlətinin yaradılması ABŞ və İsrailin planında var idi. Sadəcə olaraq Türkiyə bu oyunu pozdu. Yəni, Türkiyə qəti şəkildə imkan vermədi. Silah-sursatlar da indi də PYD-nin əlindədir. Amma İrana gəldiksə, bəli, İranla bağlı bu siyasət olub. Həmçinin təkcə parçalama yox, İranın bir İraq şəklində federallaşması xüsusilə. Amma təbii ki, Trumpın biz açıqlamalarını görürük. Rəşad müəllim əsaslandırdı ki, niyə belə bir Birləşmiş Ştatların planı olmayıb? Siz əsaslandırın, niyə belə bir planı var idi? Ona görə planı var idi ki, regionda yeni bir Kürd dövləti yaradılsın, onlarla daha çox strateji əməkdaşlıq həyata keçirilsin və güclü İranın regionda olması. Çünki bilirsiniz ki, İran həqiqətən də yaxın şərqdə bir Şiə məzhəbi adı altında bir öz geosiyasi mövqeyini gücləndirməyə çalışırdı proksi qüvvələr. Yəni, demək olar ki, yaxın şərqdə İranın hərbi siyasi mövqeyi kifayət qədər güclənmişdi Ərəb baharından sonra. Xüsusilə ABŞ-da Barack Obama prezidentliyi dövründə və İranla nüvə anlaşması bir növ Tehranın əlini qolunu açmışdı. Bəs deyirlər ki, İranı məhdudlaşdırmaq üçün idi o 2015-ci ildə Obama ilə imzalanan saziş. Amma proseslər onu göstərdi ki, Tehran ondan sonra daha da gücləndi. Yəni, uğurlu saziş olmadı onda 2015 sazişi. Qəti şəkildə İrana daxil olan milyarlarla dollar Husilərə getdi, Hizbullaha getdi, İraqdakı Həşd-i-Şabi qüvvələrinə getdi. Demək, Suriyada İslam İnqilab Şəhidlər Korpusu, Sebahın Qüds qüvvələri, orada Fatimi Yun terror təşkilatı, Hüseyni Yun, cürbəcür Suriyada hərbi birləşmələr, Əfqanistandan nə qədər bunlar mürtəzilər gətirdilər, silahlı birləşmələr, hamısı muzla, pulla idi və Amerika müəyyən Obama dövründə sanksiyalar aradan qalxandan sonra İranın dediyim kimi əli qolu açılmışdı. Və təbii ki, Trump gələndən sonra bunlar respublikaçılar bilirsiniz ki, daimi müəyyən qədər hərbi məsələlərə üstünlük verirlər demokratlardan fərqli olaraq. Respublikaçılar təbii ki, buna dözümlü yanaşmadılar. Suriyada proseslər demək olar ki, Amerikanla və Türkiyə ilə sinxron aparıldı, Əsəd rejimi devrildi, İrana böyük zərbə vuruldu. Şimali İraq Kürd muxtariyyəti demək olar ki, Türkiyənin nəzarətindədir və qəti şəkildə Türkiyə ilə Amerika Suriya məsələsində və İranla bağlı müəyyən razılaşmalara ona görə getdi ki, Türkiyə tələb etdi, Kürd muxtariyyəti Suriyada olmayacaq. Amerika Birləşmiş Ştatları gördü ki, regionda Türkiyə ilə əməkdaşlıq daha çox Amerikanın strateji maraqlarına cavab verir. Və İrana gəldiksə, bəli, dediyim kimi əvvəl parçalanmada maraqlı idi Amerika, amma indi isə bir o qədər də maraqlı deyil. Federallaşma amma B planındadır. Və düşünürəm ki, indi Amerika Birləşmiş Ştatları artıq müharibənin birinci mərhələsində İran rejimi ilə əməkdaşlıqla maraqlı idi. Müəyyən onlara güzəştlər də tanındı. Və İranın siyasi və hərbi rəhbərliyi daha praqmatik davransaydı, burada İran da müəyyən dərəcədə uğurlu çıxa bilərdi. İran
qalacaqdı, iqtisadiyyat müəyyən dərəcədə inkişaf eləyəcəkdi. Amma Rəhim Səfəvi, Möhsin Rizai, Əhməd Vahidi kimi konservativ siyasi qüvvələr, Sabahın komandanları imkan vermədilər ki, prezident və onun komandası İranı Amerika ilə anlaşmaya aparsın. Memorandumu bu qüvvələr demək olar ki, fiyaskoya uğratdı. Parlamentdə oturan deputat adı altında. Amma Abbas Araqçı da son açıqlamasında bildirdi ki, biz anlaşma imzalaya bilməzdik. Yəni şərtlər elə idi ki, o şərtlər altında anlaşma imzalamaq ölkəyə xəyanət olardı. Boş-boş danışırlar. Bilirsiniz, Amerika ilə axşam danışırlar, səhər deyirlər ki, biz belə danışıqlar aparmamışıq. Fars diplomatiyası həmişə yalan danışır. Trump özü də məhtəl qalır. Deyirdi, bunlar bizə yalvarır danışmağa, memoranduma imza atmağa çalışırlar. Çıxıb televiziyaya deyirlər ki, biz Amerika ilə heç bir danışıq aparmırıq. İndi də yenidən Amerika ilə Qətərin vasitəsilə danışıqlar aparmaq üçün gecə-gündüz Amerika yalvarırlar. Amerika da indi onlardan kapitulyasiya tələb edir. Siz nə bilirsiniz, bəlkə Amerika yalvarır gecə-gündüz? Yox, mən düşünmürəm. Amerika Birləşmiş Ştatları kifayət qədər zərbələr vurur İrana. Kifayət qədər. Və Araqçının da müsahibəsinə baxın. Məhz Amerika müəyyən qədər də öz niyyətinə, burada öz planına nail olub və Araqçının da açıqlamasından da görünür ki, Rəşad bəy hansı planla nail olub? İranı parçalamaq istəyirdilər, parçalaya bilmədilər. Hakimiyyət daxilində siyasi fikir ayrılıqlarına ali rəhbər sistemini dağıtmaq istəyirdilər, dağıda bilməyiblər. Təbii ki, hansı ona məqsədlərlə nail olublar? Yox, Amerika Birləşmiş Ştatları birinci nə istəyir? Nüvə silahı əldə etməməsi. Uran ehtiyatlarını təhvil verirmi? Vermir. Onun neytrallaşdırılması istiqamətində memorandumda var idi, 3%-ə qədər İran razılaşmışdı. İran çəkildi o memorandumdan. Amma təbii ki, ona görə deyirəm ki, İran çəkildi və müharibənin birinci mərhələsi başa çatdı. Amerikada narazı qaldı. İkinci mərhələdə indi Amerika... Əli güclü olmasaydı çəkilməzdi də İran bu memorandumdan. Rusiyaya, Çinə mi güvənir İran, Kənan bəy? Lap deyək ki, güvənirsə də bu situativdir. Nə Rusiya bundan sonra İrana ciddi dəstək verəsi deyil. Rusiyanın özünə indi dəstək verən lazımdır. Nə də Çin İrana görə ABŞ-la toqquşmaya gedəsi deyil. Qiyamət təyyarəsini göndərmişdi İrana. Hələ bilinmir o təyyarə niyə İranda var idi. 12 saat İranda qaldı. Yəni bunun özü Rusiya tərəfindən verilən bir dəstək deyilmi? Strateji əhəmiyyətli deyil. Deyil. Strateji əhəmiyyətli deyil. O daha çox simvolik əhəmiyyətli, daha çox bəlkə də prosesə müəyyən qədər uzatmaqdan ötürü hesablanmış addımdır, amma strateji baxımdan deyil. Bu qaynar vəziyyətdə simbolikanın vaxtıdır, ay Kənan bəy. Bilirsiniz, Rusiya, ABŞ-ı indiki məqamda Rusiyada heç ABŞ-la durub kəllə-kəlləyə gəlməz. ABŞ-ın indiki mövqeyi, Ukrayna ilə müharibədə indiki mövqeyi bəlkə də Rusiyaya sərf eləyən mövqeyidir. Və indi Rusiya durub İrana ciddi dəstək versə, ABŞ da Ukrayna məsələsində Rusiyaya adekvat münasibət göstərə bilər. Və bu da məncə Moskvaya sərf edən ssenari deyil. Yəni Rusiyanın İrana ciddi siyasi, strateji dəstəyin olduğu qənaətində deyilsiniz. Yox, ciddi dəstək verməyəcək. Sadəcə taktiki, mənim əlimdən gələn budur üslubu ilə müəyyən dəstək verə bilər ki, İranı itirməsin. Bəs bu müharibə başlayanda Ənzəli limanını niyə vurdular? Orada yardımlara görə. Silahlara görə, bəli. Onda da Ukrayna müharibəsi davam edir də, Kənan bəy. Olsun, amma bilirsiniz, bunlar hamısı indi Rusiya məcburdur ki, İrana dəstək versin, bu mənada ki, İranı itirməsin perspektivdə. Çünki İran da vaxtı ilə Rusiyaya dəstək verir, pualarla, filanla. Belə bir əhəmiyyətli olur. Amma yenə deyirəm ki, bu durub ABŞ-la kəllə-kəlləyə gəlmək mərhələsinə çatmayacaq. İndi Rusiya üçün vacib olan, əhəmiyyətli olan məhz Ukrayna cəbhəsində öz başını saxlamaqdır. Nəinki İrana görə durub ABŞ-la ciddi gərginliyə getmək. Eləcə də Çin də heç ABC-la ciddi toqquşmaya gedəsi deyil. Yəni Rusiyanın bu günləri İranı bu və ya digər şəkildə dəstəkləməsinin səbəbi ondan ibarətdir ki, Rusiya İranı... Bu və ya digər şəkildə deyəndə, Rəşad müəllim, xahiş edirəm, bunu açaq. Deyim, açın. Buyurun. Yəni, kəşfiyyat məlumatları ilə, bu və ya digər texniki avadanlıqlarla... Dəstəkdir. Strateji dəstəkdir, Kənan bəy. Baxın, yəni təbii ki, strateji dəstəkdir. Amma misal üçün İranın Ukrayna ilə müharibədə Rusiya göndərdiyi şahidlər kimi
raket sistemləri və s. göndərmir İrana Rusiya. Rusiya sadəcə nə istəyir? Rusiya sadəcə istəyir ki, İran maksimum şəkildə çox dirəniş göstərsin Amerika Birləşmiş Ştatlarına. Yəni Rusiya da kifayət qədər bilir ki, bu uzun müddətli belə deyək, dayanmaq imkanları olmayacaq İranın. Amma nə qədər çox Amerika Birləşmiş Ştatları o bataqlıqda qalsa, nə qədər çox Hörmüz istiqamətində böhran yaşansa, bundan ən çox qazanan Rusiya olur. Necə qazanır Rusiya? Rusiya dünya bazarında Rusiyanın enerji məhsullarına tələbat artır. Hətta kiçik həcmdə olsa belə ayrı-ayrı ölkələrə satdığı məhsulun qiyməti kəskin şəkildə artır. Və dünənə qədər satdığı məhsul daha böyük həcmdə idi. Bu gün daha az satıb, daha çox maliyyə vəsaiti əldə eləyir. Ona görə də maksimum şəkildə istəyir ki, İran Rusiya ilə, Amerika Birləşmiş Ştatları ilə daha uzun bir dövrdə belə deyək, qarşıdurmada qalsın. Çinə gəldikdə isə Çin təbii ki, o da regionda İranın belə deyək, Amerika Birləşmiş Ştatlarının qarşısında bir qüvvənin olmasında maraqlıdır. Xüsusən də prioritet olaraq Amerika Birləşmiş Ştatları özünün xarici siyasətində Çinin çevrələnməsini elan eləyibsə, nə qədər İranla başı qarışsa Amerika Birləşmiş Ştatlarının Çin üçün bir o qədər yaxşıdır bu. Amma məsələ burasındadır ki, İranın bugünkü davranışları, yəni Hörmüzün bağlanması fonunda Amerika Birləşmiş Ştatlarının da dəniz blokadasını tətbiq etməsi. Daxildə dediyiniz və yaxud ənzəlini misal çəkdiniz. İndiki əməliyyatlarda Bəndər Abbas vurulur, Çabahar vurulur, Çindən gələn magistral yolları, dəmir yolları, körpülər, Rusiya istiqamətində gələn hamısı vurulursa, bunlarla əlaqə tamamilə kəsilirsə, artıq bu Çinin özünə bu və ya digər şəkildə təsir etməyə başlayacaq. Yəni bu günləri baxın, Rusiyadan enerji məhsullarının alışını Çin böyük şirkətlər, Çinin dövlət şirkətləri Trumpın o sanksiyaları səbəbi ilə maksimum şəkildə azaltmışdılarsa, bu günləri Hörmüzdə yaşanan böhran səbəbi ilə həmin məhsulların yenidən Rusiyada alınmasını təmin edirlər və faktiki olaraq dünənə qədər Rusiya Çinə möhtac qalmışdı bu və ya digər dəstəkdə. İndi Çin onun enerji məhsullarına möhtac qalıb. Ona görə Çin də əslində İranın Hörmüzlə bağlı davranışlarında maraqlı deyil. Və narazıdır İran. İkinci bir tərəfdən Çin belə deyək, hərbi güclə ayrı-ayrı yerlərdə gedib nəyisə təmin eləmir. Çin bu günləri dünya ağalığını iqtisadi gücü ilə formalaşdırmaq istəyir. Və bu günləri Çinin də iqtisadi gücünün əsasını Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə ticarət əlaqələri təşkil edir. Yəni bu günləri Çinin Rusiya ilə, belə deyək, İranla və digər ölkələrlə birlikdə ticarət əlaqələri təkcə Avropa İttifaqı ilə ticarət əlaqələri dəyərində deyil. Yəni bunları qurban verərmi Çin gedib belə deyək, İranın yanında dayanmaqla? Təbii ki, yox. Hər birinin istəyir Rusiyanın, istəyir Çinin özlərinin şəxsi maraqları var. İran da elə belə silahı, o şahidləri və s. Rusiyaya elə belə verməmişdi ki. O da özünün maraqları baxımından bunu etmişdi. Yəni İran bilirdi ki, Qərbin növbəti hədəfi İran olacaq. Ona görə də Qərbi, indi o zaman Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları birgə hərəkət edirdilər də Rusiya-Ukrayna cəbhəsində. Amerika Birləşmiş Ştatlarını və Avropanı uzun müddət o böhranda saxlamaq üçün maksimum şəkildə bu da Rusiya bu və ya digər şəkildə dəstək verirdi. Yoxsa ki, Rusiya, belə deyək, çökəcək, Rusiya Amerika Birləşmiş Ştatlarının qarşısında məhv olacaq kimi bir narahatlığı İranın prinsipi etibarilə yoxdur. Çünki əksinə Rusiyanın nə qədər böyük, o da paralel olaraq, nə qədər sanksiyalar altında qalırsa, nə qədər enerji məhsullarının bazara çıxışında problemlər yaşanırsa, onda da İran üçün artıq başlanmışdı da. Xatırlayaq da biz, Fransa Makron bəyanat verirdi ki, İranla bu və ya digər şəkildə bir sıra sanksiyaların yumşaldılmasına getmək lazımdır ki, Rusiyadan olan enerji asılılığı minimuma endirilsin. Yəni İran da ona görə bu və digər formada nə ilənsə belə deyək dəstək verirdi Rusiyaya. O baxımdan mən təzədən o müzakirəni təzədən açmaq istəmirəm. Mən mövqeyimi dedim, İranın parçalanması və s. ilə bağlı mövqeyimi. Amma
Bir şey dəqiqdir ki, indiki mərhələdə Amerika Birləşmiş Ştatlarının İran üzərində vurduğu hədəflərin belə deyək, effektivliyi o 40 günlük müharibədən qat-qat çoxdur. Bəli. Qat-qat çoxdur. Bu biz indi tez-tez deyirik, xalq niyə qalxmır ayağa və yaxud da qalxacaqmı ayağa? Mütləq qalxacaq. Qalxacaq. Mütləq qalxacaq. 40 günlük müharibədə Amerika Birləşmiş Ştatları indiki qədər mülki belə deyək, infrastrukturu hədəf almırdı. İnsanların gündəlik belə deyək, yaşaması üçün tələb olunan taxıl anbarı vurulur. Bəli. Enerji sektoru vurulur. İçməli su kollektoru vurulur. Amma İranda əhali bilirsiniz nə deyir Rəşad müəllim? Bəzi mən bu verilişdən də müəyyən hissələri kəsirəm, öz sosial media hesabımda paylaşıram və oradan da müəyyən şərhlər gəlir, yazırlar. Biz deyir, oruç tutacağıq, bu problemi də keçəcəyik. Baxın, bilirsiniz, belə argumentlər belə gətirirlər. Baxın, bir dəqiqə üst istəyirəm. Birincisi, İranda onlar qalxarmı? Tam nəzarət olunan sistem qurulub və bir adamın belə öz nəyisə çəkib harasa yerləşdirmək kimi imkanı yoxdur. Bu günləri o çəkilənlərin %90-ı Sepahın özünə yaxın insanların, kütlənin hansısa formada ictimai rəyə təsir üçün verdikləri necə olur? İran daxilindən bir dənə olsun, belə deyək, məlumat sızmadığı bir yanda, internetin tamamilə belə deyək, nəzarətdə olduğu bir vaxtda bu cür videolar ortaya çıxır. Bunun hamısı, yenə deyirəm, informasiya müharibəsinin tərkib hissəsi manipulyasiyadır başdan ayağa. Və ikinci bir tərəfdən də bu ali dinli liderin də tərəfdarları var da. Bu ölkə əhalisinin heç olmasa 20-30 milyonu onun yanındadır da. Amma yenə deyirəm, bu bütöv ölkə demək deyil və hətta bu günləri o yanlarında olan insanların belə artıq özlərinin yaşamasında problem ortaya çıxanda, ailənin dolandırılması, iş yerlərinin itirilməsi, su problemi, qida problemi, enerji problemi ortaya çıxanda onların ayaqlanması baş verəcək. Və mən sizə bir söz də deyim. Bunu mən hər dəfə deyirəm və yenə təkrar eləmək istəyirəm. Onları ayağa qaldıran da bu günləri İran daxilində Sepahın hədəfi aldığı o siyasi hakimiyyətin təmsilçiləri olacaq. Onları stimullaşdırıb o Sepahın üzərinə qaldıracaq və nəhayətdə başa salacaqlar ki, bunlar, bəli, Əraqçının bəyanatı da ona xidmət edib. Bunlar buradan getməsə, İranda hər hansı bir problem öz həllini tapmayacaq. Bir şəhərlərdə, ayrı-ayrı şəhərlərdə sən bu gün danışıqlarda iştirak edən Qalibafın, Pezeşkiyanın, Əraqçının şəkillərini insanlara məcbur eləyib, əllərində qaldırıb, bunlara ölüm deyirsənsə, sən daxildə indi vəziyyətə baxın da. Bir ölkənin Xarici İşlər Naziri çıxıb bəyanat verirsə ki, mən ali dini lideri, o əməliyyatdan, hərbi əməliyyat ki, oldu, atası ki, öldürüldü, ondan sonra bir dəfə də olsun görməmişəm. Bu əslində bütün beynəlxalq tribunaya verilmiş mesajdır. Ki, bunun heç harada olduğu da bəlli deyil. O dediyiniz təyyarə var idi, göndərmişdi Rusiya. Qiyamət təyyarəsi. Hələ bəlli deyil, bəlkə də elə o gətirib, hələ indi gətirib hələ onu ora. Ya da ki, gəlib təzdən onu götürüb aparmağa harası. Yəni, o baxımdan bu günləri İran daxilində doğrudan da Amerika Birləşmiş Ştatlarının bu mərhələdəki hədəfləri faktiki olaraq İranın daxilində problemi yaratmağa, Bəndər Abbas 500 min insanın yaşadığı yerdir. Bəndər Abbas təkcə liman olaraq vurulmur. Bəndər Abbasın İranın digər əraziləri ilə olan bütün körpüləri, bütün dəmir yolları hamısı vurulub, 500 min adam orada bu dəqiqə blokada şəraitindədir. Belə bir vəziyyətdə, Aziz müəllim, İran nəyə güvəndi, memorandumdan geri çəkildi? Evet, İran neye güvendi, memorandumdan geri çekildi. Tabii Hürmüz Boğazı hala güçlü bir kart olarak elinde durmakta. Diğer yandan... O da şübhəlidir, Aziz müəllim. Kart əlindədir, o kartdan istifadə edə bilirmi? Hörmüzdən nəsə çıxada bilirmi? Şu an itibariyle orada trafik akışını başarıyla engelliyor. Yani sonuçlar, o trafiğin durmasının sonuçları İran'ın lehinedir. Neden? Şuna değinmek istiyorum. Memorandum konusunu bir virgülle beklemeye alıp Avrupa kartına da güveniyor aynı zamanda İran. Nedir bu Avrupa kartı? Çok ciddi bir belirsizlik söz konusu artık. Yani bir gün şöyle, bir gün böyle sürekli değişen bir siyaset var o bölge üzerinden ülkelere yansıyan.
Avrupa net olmayı istiyor, Avrupa ülkeleri artık. Özellikle enerji tedariği konusunda içerisine sürüklendikleri bu belirsizlik, enerjiyi, ülkelerinin ihtiyacı olan enerjiyi nereden, hangi yollarla tedarik edeceklerini şu an çok net bir şekilde bilemiyorlar. Neredeyse günübirlik değişen bir denge söz konusu. Bu onları çok rahatsız ediyor. İransa işlerin kötüye doğru gitmekte olduğu algısını yaratmak için özellikle Amerika Birleşik Devletleri'nin suçlanacağı bir görüntü yaratmak adına memorandumdan çekildi. Çünkü zaten yarada bildi o görüntünü bir ekspert kimi, analitik kimi sizin şəxsi görüşünüzü almaq, fikirlərinizi almaq istəyirəm bu nöqtədə. O görüntünü yarada bildi mi İran? Şu an itibariyle herhangi bir hareket yok Avrupa ülkelerinde. Bu çok kısa süreçte, yani birkaç gün içerisinde sonuç verecek bir şey değil. Onun karşısında da zaten Amerika Birleşik Devletleri'nin muhakkak ki Avrupa ülkeleriyle bir arka kapı diplomasisi vardır. Ama benim görüşüm bu etkiyi elde edecektir İran. Çünkü sahadaki gerçek şudur ki Avrupa ülkeleri artık özellikle kış aylarını kestiremiyorlar. Kış ayları geldiğinde enerji, ki ısınma da söz konusu olacak bu ülkeler açısından. Enerji tedariğini nasıl sağlayacaklarını çok kestiremiyorlar, yoruldular bir de. Bu yəni hocam deyirsiniz ki, çox özür istəyirəm, Avropa, Amerika Birləşmiş Ştatlarına təzyiqlər uygulayacaq. Bu soyuq qış ayları da qarşıdan gəlir. Birləşmiş Ştatlar da İranla danışıqlarda İranın da qərarlarını nəzərə alıb yeni bir deyək ki, sazişin imzalanmasına doğru iki tərəf yol alacaq. Evet, İranın beklentisi bu. Yaratmak Çox istediği pozitiv düşünürsünüz. Yox, Azərbaycan biri belə olacaq. Deyir ki, İran belə düşünür. Siz de elə düşünürsünüz, İran elə düşünür, Yani, siz de elə düşünürsünüz. İran böyle düşünür. Zaten İran'ın çok fazla seçeneği de yok bölgede. Yalnız bir ülke. Ve az önce de konuşmalarda değindiniz. Yani Rusya sembolik olarak bazı hamleler yapabiliyor. Destek olarak. Çin zaten hiç bulaşmadı bu işe ki Çin açısından en doğru politika budur, en doğru davranış budur. Ve İran yalnızlığını çok iyi bildiğinden ötürü artık Avrupa ülkelerini dürtmeye başladı. Avrupa ülkelerini zorlamaya başladı. Eğer siz böyle sessiz kalmaya devam ederseniz siz zarar görürsünüz diyor. Bu dediğiniz senarini tabii ki İran bu və digər şəkildə istəyirdi və Hörmüz kartından da 40 günlük müharibədə də məhz bu məqsədlə istifadə elədi. Biz o 40 günlük müharibənin ilk bir neçə günündə, xüsusən də ilk 2 həftəsində enerji böhranının fantastik belə deyək, qalxdığı dövrdə dediyiniz kimi Avropa İttifaqının ayrı-ayrı ölkələrindən bu istiqamətdə Amerika Birləşmiş Ştatlarına təzyiqlərə şahidlik etdik, düzdürmü? Bu təzyiqlər qarşısında da Amerika Birləşmiş Ştatları geri çəkilmədi və dəniz blokadasını sonunacan davam etdirdi. Ondan sonra nə baş verdi? Avropa İttifaqı son Ankara sammitində faktiki olaraq Hörmüz boğazı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə İttifaqını və Avropanın enerji ehtiyaclarını faktiki olaraq bloklayıram. Bu nə vaxta qədər davam eləyəcək? Bunlar nə vaxtsa məcburiyyətdən də olsa birləşib İran üzərinə ayaqlanacaqlar. Bu olsaydı en başta olurdu. En başta neden olmadığını çok doğru analiz etmemiz lazım. En başta olmamasının nedenlerini çok doğru anlayıp o sonuçları bugüne uyarlamamız lazım. Evet, doğrudur, NATO zirvesinde, Ankara'daki NATO zirvesinde Amerika Birleşik Devletleri'ne kağıt üzerinde bir destek verildi. Ama tabii ki NATO'nun ve Amerika Birleşik Devletleri'nin yaşadıklarını, daha doğrusu Amerika Birleşik Devletleri NATO'dan çekilirim deme noktasına bile gelmişti 40 gün savaşları sırasında. Bunu da hatırlayalım. Ama Ankara'da yani, buzlar sanki eridi. Eridi deyəndə nə istəyir aldı da Avropadan. Zirvelerin aslında esas amacı bu değil midir? Yani buzların eridiği görüntüsünü, az önce İran'ın bir görüntü yaratmaya çalıştığını söyledik. NATO da bunu yaratmak zorundadır. Zirve eğer zaten sıkıntılı olsaydı hiç toplanmazdı. Toplanmayı başarmışlarsa muhakkak bir ön mutabakat ülkelerin önüne gelmiştir. Liderler onaylanmıştır. Sonra o uçaklar başkentlerden Ankara'ya havalanıp liderleri oraya getirmiştir. Oturup Ankara'da bir müzakere yapılmadı. Müzakereler daha önce yapılmıştı, tamamlanmıştı. Mutabakata varılmıştı. Metin taslakları liderlerce onaylanmıştı. Ankara sadece bunun dünya kamuoyu ile
paylaşıldığı bir vitrin oldu. O yüzden Ankara'daki NATO zirvesinde kaderi değişmedi Amerika-İran savaşının. Kaderi zaten nasıl çizilmişse öyle devam ediyor. Amerika Birleşik Devletleri Avrupa ülkelerinden sözde destek almış olsa, daha doğrusu o aldığı sözde desteğin samimiyetine güvense hemen açıklamalarıyla Başkan Trump'ı çok iyi tanıyoruz artık. Açıklamalarıyla hadi buyurun sahaya davetini yapardı ve özellikle bu son birkaç günlük süreç içerisinde yaşadığımız saldırılarda NATO'nun da artık aktif bir şekilde devreye girmesini talep ederdi. O yüzden NATO'nun hiçbir şekilde başta Avrupa ülkeleri olmak üzere NATO'nun da hiçbir şekilde bu olaya aktif bir şekilde katılacağını düşünmüyorum, zannetmiyorum. Neden katılsınlar? Bu savaşa katılmaları durumunda diğer taraftan devam eden bir Ukrayna-Rusya savaşı ve onun olası Avrupa ülkeleri açısından bir olumsuz sonucunda çok güç kaybetmiş olurlar. Güçleri bu tarafa yani İran'a, Orta Doğu'ya, Körfez bölgesine kaydırmak, NATO'nun güçlerini oraya kaydırmayı Avrupa ülkeleri kesinlikle istemez. Onlar güçlerini kendi kıtalarında, Avrupa kıtalarında tutmayı tercih ederler. Çünkü onların daha çok korktuğu bir Rusya tehdidi var ve o tehdidin bir an çok kısa süre içerisinde aniden birdenbire fiiliyata dönüşebileceği sendromunu ciddi yaşıyorlar. Özellikle Almanya ve İngiltere'de bunu net bir şekilde görmekteyiz. Durum böyleyken NATO gücünün başka bir kıtaya, başka bir yöne kaydırılmasına asla izin vermezler. Kendi ülkelerinin, kendi topraklarının güvenliğini öncelik olarak tutacaklardır. Bu zaten Avrupa'nın yüzyıllardır süren bir politikasıdır. O nedenle de Amerika Birleşik Devletleri de bunu çok iyi bildiğinden şu an İran'la teke tek savaştığını, İran'la tabii ki savaşırken İsrail'in de desteği var. Körfez ülkeleri de mecburiyetten bir destek veriyorlar. Daha çok lojistik topraklarını kullandırarak bir lojistik destek veriyorlar, sağlıyorlar. Şu an Amerika'da İran'la karşı karşıya tek başına olduğunu, İran'da Amerika'yla karşı karşıya tek başına olduğunu çok iyi biliyorlar. Deyim yerindeyse bir satranç izliyoruz. Amma Avropanı da döndük. bir tərəfdən bildirdiniz ki, dürtməyə çalışırlar, reaksiyasını almağa çalışırlar. Həmkarlarımdan üzr istəyərək vaxtınıza girirəm. Qısa bir şey deyəcəm. Buyurun. Bir, yenə fikrimdə qalıram. Avropa ölkələrinin bu günləri Trump hakimiyyətinə təzyiq imkanları və Amerika Birləşmiş Ştatlarına bu istiqamətdə təzyiq imkanı yoxdur. İki, Ankara samiti Ukraynaya dəstək üçün 90 milyard dollar ayrılması ilə bağlı qərar qəbul elədi və Trump da ona səs verdi. 3. Trump elə Ankarada Zelenski ilə söhbətində Rusiyanın dərinliklərinə Ukraynanın endirdiyi zərbələrin Rusiyanı hansısa formada masaya gətirməyə məcbur eləyə biləcəyini açıq şəkildə dedi. İndiyə qədər ilk dəfə idi ki, Trump Zelenskinin mövqeyi ilə oxşar mövqe ortaya qoyurdu. Bu o deməkdir ki, Avropaya Rusiya məsələsində dəstək fonunda İran istiqamətində də NATO'nun digər ölkələrindən, Avropa ölkələrindən dəstək alıbdır. Bu günləri onları meydana ona görə dəvət etmir ki, prosesin o şəkildə başlaması artıq dayanılmaz bir hala keçəcək. Yəni, onda gərək sonacan İranın tamamilə dağılmasına qədər gedəsən. Bunun uzun bir proses olduğunu kifayət qədər yaxşı bildiyi üçün Amerika Birləşmiş Ştatları və seçki ilində olduğu üçün hələ ki meydanda tək vuruşur. Hətta özünün ən yaxın müttəfiqi İsraili belə prosesə qoşmur. Ona görə ki, sabahları dayanmaq lazım olanda İsraili dayandırmaq çətin olacaq. Ona görə də indiki mərhələdə prosesi tək aparır və prosesi də sonunacan çalışacaq ki, tək aparsın. Ta ki, Amerika Birləşmiş Ştatlarında seçki prosesi başa çatana qədər, o vaxta qədər İran bu və ya digər şəkildə Amerika Birləşmiş Ştatlarının şərtlərini qəbul etməyəcəksə, təbii ki, böyük koalisiyanın Hörmüz istiqamətində, mən İranın daxilinə zərbə endirilməsindən danışmıram. Hörmüz istiqamətində həmin koalisiyanın meydana gəlməsi və vahid mövqedən çıxış etməsinə biz şahidlik eləyə bilərik və bu ehtimal kifayət qədərdir. Yenə deyirəm, kağız üzərində belə deyək, razılaşma var dediniz. Amma bu kağız üzərində olsa belə, Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsində mövqeyində dəyişiklik ortaya çıxıbsa, bunu Trump boş yerə etməyib. Deməli ki, əvəzinə
Avropa İttifaqı ölkələrindən nəyisə alıb və mən tamamilə əminəm ki, bu Ankara sammitindən sonra Fransanın, Böyük Britaniyanın və Almaniyanın biz Hörmüzdə mina təmizlənməsi üçün hərbi donanmamızı göndərməyə hazırıq bəyanatı, hərbi donanmadan söhbət gedir. Bu mina təmizləməyə gəlir ya hər nəyə gəlir. Gəlib İran sahillərində hərbi donanma dayanırsa, bu artıq İran üzərinə bir ayaqlanma deməkdir. Bunun bəyanatları dərhal verilirsə, deməli ki, artıq onlarda da o fikir formalaşıb ki, başqa yolu qalmır. Və ikinci bir tərəfdən də Körfəz ölkələrində bu gün təkcə Amerika Birləşmiş Ştatlarının hərbi bazaları vurulmur. Körfəz ölkələri zamanında elə Avropanın ayrı-ayrı ölkələrinin müstəmləkəsi olan ölkələrdir və o gündən bu günə iqtisadi maraqlar var orada. Milyardlarla yatırımları var orada və onları da qorumaq məcburiyyətindədirlər. O baxımdan mən yenə də düşünürəm ki, bu məsələdə Əziz bəydən fərqli olaraq biz Avropanın İrana təzyiqindəndirsə, Avropanın Amerika Birləşmiş Ştatlarının yanında dayanıb İran üzərinə təzyiqinə daha tez şahidlik edə bilərik. Hocam, əlavə etmək istədiyiniz bir şey var mı? Evet, şunu hatırlamamız lazım herhalde. Az önce konuşurken arada söylemekten geri kaldım, unuttum. Amerika Birleşik Devletleri İran'ın siyaseten bölünmesini, parçalanmasını en başından beri istiyordu ki ilk hamleyi, ilk saldırıyı ülkenin liderlerini ortadan kaldırarak, öldürerek yaptı. İsrail yaptı. Önceki dönem... İsrail yaptı. Liderlerin hamısının əməliyyatı İsrail tərəfindən göremiyorum. Yani İsrail bu hamleyi, bu saldırıyı Amerika'nın bilgisi ve onayı dışında yaptığını düşünmüyoruz herhalde. Xəbərlər oxuyun. Əziz bəy, siz genə o çıxan mətbuatı, gedən xəbərləri siz hər gün tanışsız oxuyursunuz. Siz fevralın 28-sində gedən prosesləri danışırsınız. Ona görə də biz də qalmışıq belə. Tam analitik sizdən biz eşitmək istəyirik prosesləri. Sizdən eşidək. Əks argumentləriniz varsa buyurun. Bilirsiniz, yeni dünya siyasi nizamı qurulur. Amerika Birləşmiş Ştatları mütləq şəkildə Rus, İran, Çin zəncirini qırmalı idi. Və bu prosesdə Rusiyanı Ukraynada bataqlığa salıb, Çinlə müəyyən razılaşmalara gedib Çini neytrallaşdıra bilib və İranı mütləq şəkildə neytrallaşdırmalıdır. Artıq İran, bunu dəfələrlə demişəm, sonun başlanğıcındadır. İran rejimi çökməlidir. Amerika orada yeni bir sistem qurmalıdır. Vaşinqtonla əməkdaşlıq eləyər. Əziz bəy də onu deyir. Əziz bəy də deyir ki, Amerika Birləşmiş Ştatları İranı çöktürmək istəyir. Amerika Birləşmiş Ştatları İranın neftinə, qazına sahib olmaq istəyir. Tam Venezuela planı kimi. İndi Venezuelada oradakı hakimiyyəti götürə də bilməsə, konkret olaraq neft və qaza pay olmaq istəyir. Həmçinin bu müharibə dəhlizlər uğrunda müharibədir. Nəqliyyat yolları, həmçinin dəniz yolları. Baxın, Amerika Birləşmiş Reklam fasiləmiz var qısa. Elə Əziz bəyin də fikirləri əslində yarımçıq qaldı. Biz bu diskusiyanı reklam fasiləsindən sonra davam etdirəcəyik. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün ulduz 1544-ə zəng et. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Sea Breeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç, şansını tap. Qiymətlər əridi. Abşeronda 425 manatdan dondu. 10-20 iyul tarixlərində Abşeron Ticarət Mərkəzində kondisionerlərə böyük endirim kampaniyası başlayır. Byte Home, Dokla, Evrolux, Newcont, Sahara Electronics, Sokani və Anta mağazalarında yay üçün sərfəli kondisioner təklifləri sizi gözləyir. Üstəlik, bəzi mağazalarda çatdırılma və quraşdırılma pulsuzdur. Daxili kredit və taksit imkanları da mövcuddur. Sərfəli alış-verişin doğru ünvanı. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et.
Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Həm bina evi, həm də şəxsi bağça. İkisi birində. City Garden Nərimanovun bağçalı mənzillərində şəhər həyatının rahatlığını və həyət evinin üstünlüklərini bir arada yaşaya bilərsən. 45 kvadrat metrdən 75 kvadrat metrədək yaşıl ağaclarla əhatəli, kənar gözlərdən tam uzaq, izolyasiya olunmuş, hüzur dolu bir həyət evi və tam təmirli mənzil səni gözləyir. İstər ipoteka, istər daxili kreditlə. Ətraflı məlumat üçün Kristalın satış ofisinə yaxınlaşa və ya Ulduz 1544-də zəng edə bilərsən. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Alergiya sizi narahat edir? Otrivin 2 dəqiqəyə burnu açır, 12 saata qədər təsir edir. Otrivinlə rahat nəfəs alın. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Hər gözəl gün Jacobs Coffee ilə başlayır. Həyatın dadından həzz al. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. 30 kvadrat metrədək təsir sahəsi olan Hisense kondisioner kontaktda endirimlə 649 manat 99 qəpiyə düşdü. Endirimli qiyməti 18 aya faizsiz böl, ayda cəmi 36 manat 11 qəpiy ödəyərək əldə et. Üstəlik, iyulun 31-nə kimi digər məhsullarda da nə az nə çox. Düz 50%-ədək endirimi qaçırma. Ətraflı kontakt.az. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. Qiymətlər əridi. Abşeronda 425 manatdan dondu. 10-20 iyul tarixlərində Abşeron Ticarət Mərkəzində kondisionerlərə böyük endirim kampaniyası başlayır. Byte Home, Dokla, Evrolux, Newcont, Sahara Electronics, Sokani və Anta mağazalarında yay üçün sərfəli kondisioner təklifləri sizi gözləyir. Üstəlik, bəzi mağazalarda çatdırılma və quraşdırılma pulsuzdur. Daxili kredit və taksit imkanları da mövcuddur. Sərfəli alış-verişin doğru ünvanı. Bu yay Cool Ice qapağını aç və şansını tap. Qırmızı qapağın altına bax, QR kodu skan et və hədiyyələr qazanma şansı əldə et. Əsas tirajda Maldiv adalarına səyahət. Həftəlik tirajda Seabreeze Resortda istirahət. Gündəlik tirajda Cool Ice pivə. Bu yay Cool Ice qapağını aç. Şansını tap. İndi siz də doğma komandayla bir aradasınız. İnan və əminliklə. Həyatın unudulmaz anları ilə. Gerçəkləşən xəyallarla. Misilsiz təcrübələr, xoş həyəcanlarla. Qarabağ sevgimizdən güc aldıq, ABB Qarabağ kartını yaratdıq. Yeni ABB Qarabağ kartı ilə siz də Qarabağ Futbol Klubunun yanında olun. Azərbaycanda məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün tədbirlər planı təsdiqləndi. Prezident İlham Əliyev sərəncam imzaladı. Türkiyə İranı parçalanmaqdan xilas edib. İranın Xarici İşlər Nazirindən gözlənilməz etiraf. Uşağı incidirlər, plus mən də
mənə də işimdən, gücümdən eləyirlər. İkinci qrup müddətsiz əlil və autizm xəstəsi olan şəxs niyə hər il hərbi komissiyaya çağırılır? Demirsiniz, torpaq mənimdir. Bəli. Dayanıb bir söhbət eləyək də. Kürdəxanada müəmmalı hadisə. Torpağında yaşamağa icazə verdiyi şəxsi indi çıxara bilmir. Özüm çiyələmlə xəstələndim. Açıq-açığına özüm gördüm. Son vaxtlar qida zəhərlənmələrinin artmasına səbəb nədir? Daha ətraflı xəbərin 20 buraxılışında. Biz davam edirik. Məhəmməd bəy, fikirləriniz yarım çıxmış. Bilirsiniz, Amerika Birləşmiş Ştatları konkret olaraq müharibənin ikinci mərhələsinə başlayıb mütləq şəkildə İran rejimini təslim etməyə çalışır. Baxın, Amerika Birləşmiş Ştatları İranın cənub istiqamətlərinə kütləvi zərbələr endirir. Elit qüvvələrini də gətirir və düşünürəm ki, Amerika cənub istiqamətindən İrana quru əməliyyatlara da başlaya bilər. Hətta ərəblərin yaşadığı Əhvaz bölgəsində gələcək perspektivdə Amerikanın orada ərəblərdən ibarət muxtariyyət yaratmasında istisna etmirəm. Çünki İranın neft və təbii qaz ehtiyatları həmin regiondadır, kifayət qədər və əgər gələcəkdə Amerika o regionda tamamilə İrandan ayıra bilər. Yəni, Amerikanın ABCD planı var İranla bağlı. Bu müharibə düşünürəm ki, Yox, biz Amerika Birləşmiş Ştatlarının planlarından danışmırdıq. Əziz bəy dedi ki, İran Hörmüzü blokadada saxlayıb və blokadada da saxlamağın səbəbi odur ki, həm də Avropa dövlətləri Birləşmiş Ştatlara təzyiq eləsin. Birləşmiş Ştatlar da İranla bağlı öz mövqeyindən geri çəkilir. Ümumiyyətlə, Avropa İttifaqının Amerika Birləşmiş Ştatlarına təzyiq edəcək kimi hər hansı bir gücü yoxdur. Bu barədə Rəşad müəllim öz mövqeyində bildirdi. Avropa İttifaqı daha çox Rusiya-Ukrayna müharibəsinə fokuslanıb. Çünki Rusiya-Ukrayna müharibəsi Avropa ərazisində davam edir və Avropa ölkələrinin təhlükəsizlik təhdid altındadır. Amerika Birləşmiş Ştatları özü bir tərəfli şəkildə İranla məşğul olur. Ümumiyyətlə, Hörmüz boğazının da Amerika İranın əlindən alacaq. Və qeyd edim ki, Ərəb ölkələri, Körfəz ölkələrindən keçən əsrin 70-ci illərindən Livana kimi, Yordaniyadan da neft kəmərləri var və Türkiyə də bu prosesin içindədir. Həmin neft kəmərlərini də işə salacaqlar. Demək olar ki, gün ərzində 10 milyon barel neftin Körfəz ölkələrindən nəqli planlaşdırılır. Həm Qırmızı dəniz istiqamətinə Səudiyyə Ərəbistan ərazisi neft kəməri var, həmçinin Küveyt istiqamətindən Suriya və Livan ərazisinə. Və düşünürəm ki, Amerika Birləşmiş Ştatları yaxın perspektivdə Hörmüz kartını da İranın əlindən alacaq. Amma əziz müəllimin mövqeyinə gəldiksə, Avropa İttifaqı və Amerika Qərb koalisiyasıdır. Bunlar Ankarada demək olar ki, daşları bir yerə yığıblar. Amma İranla bağlı, Hörmüzlə bağlı Avropa İttifaqının Amerikaya təzyiq etmək, hər hansı fikir bildirmək ümumiyyətlə istəyi də yoxdur. Əgər bunu bildirsə, təzyiq eləsə Amerika nə ilə təzyiq eləyəcək? Nə ilə təzyiq eləyə bilər Kənan bəy? Heç nə ilə imkanı yoxdur, həqiqətən imkanı yoxdur. Avropa hətta bu gün mən sizə deyim, xeyli dərəcədə bunu özü etiraf eləməsə də ABŞ-dan asılı vəziyyətdədir. Xeyli dərəcədə. Ən az təhlükə. İkincisi, Avropanın özündə daxili həmrəylik də elə çox deyil. Və əgər əməli addım atma mərhələsi başlasa, mən sizə deyim ki, Avropa ölkələri başlayacaq bir-birindən dava eləməyə ki, bunu eləyək, eləməyək. Biz bunu indi Rusiya-Ukrayna müharibəsində də görürük ki, tam eyni mövqedə deyirlər. Eyni şey yenə təkrarlanacaq. O baxımdan Avropanın indi durub ABŞ-a nəyisə diktə eləmək imkanı yoxdur. Əksinə, Avropa ABŞ mövqeyinə yaxınlaşdırmaqla öz mövqeyini xeyli dərəcədə özünün təhlükəsizliyini təmin eləmiş olar. Əks halda daha Rusiya-Ukrayna məsələsində də hətta özləri üçün təminat da alırlar. Xeyli dərəcədə, bəli. Yanında olmaqla, elə mi? Əks halda Avropanın vəziyyəti get-gedə pisləşəcək. Avropa üçün təhlükə get-gedə artacaq. Biz hələ Rusiya-Ukrayna müharibəsinin taleyinin necə olacağını bilmirik və perspektivdə müharibənin Avropanın başqa ölkəsinə keçmə ehtimalı da var. Belə olan halda əlbəttə ki, Avropanın durub hansısa diktə dili ilə danışması düşünmürəm ki, inandırıcıdır və ağlı batandır. Əziz bəy, eşidək sizi biraz əvvəl də fikirləriniz yarımçıq qalmışdı. Əlavələrinizi də dinləyək bu mövzuda.
Evet, tabii şu an Hürmüz konusunda yaşanan hiçbir askeri ve stratejik bir savaş değil. Yani hafızalarımızı biraz tazeleyelim. İki taraf yani Amerika ile İran oradan herhangi geçişlerden herhangi bir kazanç sağlanabilir mi? Sağlanabilirse kim ne kadar para alacak? Geçen gemilerden kim ne kadar ücret alacak konusunu müzakere ederken anlaşmazlığa düştüler. Yani aslında Amerika Birleşik Devletleri kontrol İran'da kalsın ama ben de bundan pay alayım konusunda hemfikir ama İran buna kesinlikle karşı çıktığından ötürü iş önce savaşma sonra müzakere yönüne gitti. Yani ben şu anda müzakere kapısının tamamen kapanmış olduğuna inanmamakla birlikte tarafların yaşanan çatışmalar sonrasında dolaylı da olsa birbirlerine tamam mı devam mı diye soru yönelttiğine de inanmaktayım. Çünkü gerek İran gerekse Amerika Birleşik Devletleri bir anda çok hızlı bir şekilde anlaştılar. Çok hızlı bir şekilde uzlaştılar. Bizler buna şaşırdık ama tabii ki anlamamız gerekirdi ki bir yandan silahlar konuşurken diğer taraftan da taraflar oturmuşlar ve müzakereye de devam etmişler. Yani şu anda ben her iki tarafın hem savaşıp hem de bu saldırıların neticesinin, saldırıların gücünün herhangi bir etki, herhangi bir değişiklik yapıp yapmadığı konusunda karşılıklı birbirlerini kontrol ettiklerini düşünmekteyim. Amerika Birleşik Devletleri topyekün bir saldırıya neden geçmiyor? Bu çok önemli bir sorudur. Neden geçmiyor? Çünkü Amerika Birleşik Devletleri'nin öyle bir imkanı yok. Şunu Aziz unutmayalım. Bey, topyekun saldırı, topyekun hücum deyəndə nəyi nəzərdə tutursunuz? Birçok farklı noktaya aralıksız bir şekilde Amerikan güçlerinin o farklı hedeflere saldırı düzenlemesi. Yani hava hücumu. görüyoruz. Hava hücumu zaten kara hücumu bir hayal. Yani Amerikan güçlerinin şu an İran'a karadan herhangi bir saldırıya geçmesi hem şu anki konjonktür açısından mevcut ortamı bozacak olması açısından Amerikalılar da bunu çok iyi biliyorlar ve mevcut ortam geri dönülmez bir adımdır kara saldırısı. Amerikan ordusu eğer kara harekatına girişirse bu diplomatik açıdan, siyasi açıdan artık geri dönülemezdir. İşte o gün anlarız ki... havadan zərbə ilə bağlı dedim, üzr istəyirəm, havadan zərbə ilə bağlı bildirdiniz ki, topyekun saldırı, topyekun hücum. Yani İran'da artık vurulmayan nöqtə varmı ki? Aynı anda farklı hedeflere aralıksız bir hücumdan bahsediyorum. Yani Amerika ne yapıyor? Bir noktayı vuruyor, duruyor. İran buna karşılık veriyor. Sonra tekrar bir tenis maçına dönmüş bir savaştan bahsediyoruz. Bu savaş değil bence bir müzakere metodu oldu ne yazık ki. Savaşın da dahil olduğu bir müzakere yöntemi izliyoruz iki taraf arasında. Önce birbirine yumruk vuruyorlar, sonra soruyorlar kabul ettin mi şartlar mı diye. Karşı taraf yumrukla cevap verince aynı şekilde aynı soruyu o soruyor ve böyle bir kör değişi demek istemiyorum aslında. Bir menzili var bunun. Bir şekilde taraflar muhakkak zorlanacaktır ama Amerika'nın bu konuda çok ciddi bir handikapı var. O da nedir? İç siyaset bakımından Başkan Trump'ın uğrayacağı siyasi baskı. Bu İran'da yok. İran şu an tüm ülke savaş halinde. Yönetim üzerinde İran halkının herhangi bir baskısı yok ki zaten en başta Amerika'nın... Rəşad müəllim deyir ki, artıq o vəziyyət də yetişir. Birazdan İran halkı da ayağa qalxacaq. Onu bilemeyiz. Onu bilemeyiz ama şu an itibariyle gördüğümüz ayaklanma yerine sanki saflar daha da sıklaşıyor İran. Bəli, aktiv Yani əməliyyatlar davam eləyir ona görə. Aktiv əməliyyatlar dayanandan sonra əgər bu iqtisadi blokada davam eləyəcəksə, o zaman ayaqlanma olacaq. İstənilən ölkədə aktiv əməliyyatlar dövründə vahid mövqe ortaya qoyulur ümumi düşmənə qarşı. Və bu günlərdə İran xalqı da onu eləyir. Yəni, bu da kifayət qədər normaldır. Amma sabahları bu, yenə deyirəm, hər tərəfdən bütün yollar bağlanırsa, Hörmüz də faktiki olaraq İranın bütün limanları da blokadaya alınırsa, içəridə iqtisadi vəziyyət kökündən pisləşirsə, o zaman artıq ayaqlanma baş verəcək. Bu günləri... Peki ayaklanmacıların bir talebi olması lazım. Yani şu gitsin, şu gelsin. İran'da öyle bir siyasi yapı yok. Yani mevcut yönetimi zorlayan bir siyasi yapı yok. Alternatif olmayan bir siyasi yapı. Amerika Biz
Əziz bəy, yaxşı eşitmirik. Bağlantıda problem yarandı. Bağlantını yeniliyə zəhmət olmasa. Kim gedəcək, kim gələcək? Bu problem var İranda deyə Əziz bəy. Söhbət kimin gedib gəlmək məsələsi deyil. Yəni onda əhali niyə ayağa qalxır? Xalq belə deyək, ayağa qalxıb İranda aylarla mübarizə aparanda özü üçün yaxşı şəraiti tələb eləyirdi, düzdürmü? İqtisadi vəziyyətin düzəlməsini tələb eləyirdi. Pulun ölməsinin qarşısının alınmasını tələb eləyirdi. Bu günlərdə o tələblər qoyulacaq. Söhbət kimisə gedib gəlməyindən getmir. Söhbət bu günləri müharibənin dayandırılması və bu istiqamətdə sanksiyaların yumşaldılması fonunda İran əhalisinin nəhayət ki, rahat nəfəs alması. Bu tələblə qalxacaqlar ayağa. Bu tələbin qarşısında duran hər kim varsa da onu özlərinə belə deyək, rəqib hesab eləyib, düşmən hesab eləyib, üzərinə gedəcəklər. Söhbət bu gün ondan gedir. Yoxsa ki, hamımız bilirik ki, hətta Müştəbə Xameneyinin belə bu günləri orada oturması məcburiyyətdən meydana gəlmiş bir şeydir. Həmin o şuranın daxilində ali dini lider ola biləcək kifayət qədər böyük güclər var idi və Müştəbə Xameneyi o siyahıda ən axırıncı yerdə idi. Yəni, Ata Xameneyi hər hansı bir saldırı ilə yox, təbii ölümlə belə deyək, dünyasını dəyişsəydi, Müştəbə Xameneyinin seçilmə şansı da yox idi. Amma Rəşad bəy, mən sizə... Olduqca güclü şəxslər var idi və müharibə getdiyi dövrdə bu istiqamətdə daxili qarşıdurma olmasın deyənə hamı onun üzərində dayandı. Amma qarşıdurma var idi. Sabahları dinc dövr olsa, sakitliyi olsa, dəyişəcəklər onu. Mütləq şəkildə daxildə bu istiqamətdə qarşıdurma olacaq. Mən bayaq elə-belə demədim. Hakimiyyət daxilində siyasi institutlar bu İranın belə deyək, çox uzaq olmayan tarixində də dəfələrlə olub. Biz islahatçı qanadı təmsil edən və bu gün hakimiyyətdə olmayan ayrı-ayrı şəxslərin o meydanlara çıxan insanlara verdikləri dəstəkdən kifayət qədər yaxşı məlumatdayıq. Və İran rejiminin də məhz o küçəyə çıxan insanın onlara tərəfindən stimullaşdırıldığına dair də indiyə qədər çoxlu sayda bəyanatlar olub. Yəni, çıxsalar hansı tələblə çıxacaqlar müharibə dayansa? Müharibə dayandırılsın, onların vəziyyətinin yaxşılaşdırılması üçün. Yəni, baxın, anlaşma memorandumu ki, ortada var. Bir Hörmüz məsələsini qırağa qoysaq ki, fikir ayrılığı əsasən onun üzərindədir. Bir tərəf o kartı əlində saxlamaq istəyir, o bir tərəfdə deyir ki, mən bu kartı sənə verməyəcəm. Bunu kənara qoysaq, yerdə qalan bütün müddəalar İranın xeyrinədir. Donmuş aktivlərinə belə deyək, giriş imkanı əldə eləyir. Sanksiyaların yumşaldılması təmin olur. Dünya bazarına öz enerji məhsullarının çıxışını təmin eləyir. Düzdürmü? Və hətta dinc məqsədlər üçün nüvə proqramının davam etdirilməsi üçün belə imkanları qoruyub saxlayır. Yəni, bütün bunlar faktiki olaraq İranın xeyrinədir. İran amma möhkəm şəkildə dayanıb Hörmüz kartından. Qardaş, bu Hörmüz indiyə qədər necə işləyirdi? Qoy elə də işləsin də. Əziz hocam, siz də deyirsiniz ki, qalxmayacaq xalq ayağa. Qalxması üçün tələbləri lazımdır. Rəşad Məmmədə səsləndirdi hansı tələbləri irəli sürəcəklər. Bizim iqtisadi vəziyyətimizi yaxınlaşdırın deyə tələblərlə çıxış edəcək İran xalqı. İnanırsınızmı buna? Şimdi İran zaten güllük gülistanlık refah içerisinde yaşayan bir ülke değildi. Yani çok ciddi bir uluslararası ambargo altında yaşayan bir ülkeydi. Keza yönetimin de halkın üzerinde uyguladığı ayrı baskılar var. Yani onu da söylemeden geçemeyiz. Evet, savaşın etkilediği bir yaşam var. İnsanlar artık evlerinden çıkarken tedirgin oluyorlar. Az önce arkadaşların da söylediği üzere bazı yollar kapanıyor, açılıyor, alarmlar, sirenler çalıyor. Çok kolay bir yaşam değil ama İran halkı zaten stres altında yaşamaya alışmış insanlar. Şu anda az önce söylediğimi tekrarlamak istiyorum. Ellerinde herhangi bir seçenek yok. Yani bir şeye isyan ederken, bir şeyin ortadan kalkmasını isterken bir başka yerine bir başka şey koymanız gerekiyor. Yani mevcut yönetim gitsin deyip bunu askeri gücün de desteğini alarak, ki o da şu an itibariyle çok kolay bir şey değil. Yani halk ayaklanmasına askerin de destek vermesi gerekecektir muhakkak ki askerle İran'da askerle halkın karşı karşıya geldiğini, güvenlik güçleriyle halkın geçmiş zamanlarda defalarca
karşı karşıya geldiğini zaten gördük, yaşadık. Bu İran'ın ne yazık ki ve ne yazık ki bir yönetim biçimidir ve bunu tekrarlamaktan normal zamanda bunu yapan bir yönetim şu anki savaş durumunda bunu tekrarlamaktan geri kalmayacaktır. O yüzden ben İran'ın bir iç ayaklanmaya kalkışmasına bile çok olanak vermiyorum. İnsanlar şu anda ona odaklanmamışlardır. O konu, o seçenek belki konuşuluyordur, belki düşünülüyordur. Ülkenin iyi yönetilmediği düşünülüyordur ama diğer yanda da ne yazık ki bir çaresizlik var. Yani normal demokratik koşullarla yönetilen bir ülkede belki farklı şeyler olurdu ama İran'ın yönetim biçimi açısından baktığımızda içten böyle bir dalganın güçlü bir şekilde gelebileceğine çok ihtimal veremiyorum. Olsaydı zaten bunu çok önceden Amerika Birleşik Devletleri İran'ın bölgedeki istihbarat desteğiyle yapardı. Birkaç kere denendiğini de gördük. Çok ciddi eylemler oldu ülke genelinde ama güvenlik güçleri bunları bastırmayı başardılar. Savaş ortamında İran halkının yönetimiyle kavga edeceğini de o halkın yapısıyla çok örtüştürmüyorum açıkçası. Günün sonunda Amerika ile şöyle özetlemek gerekirse Amerika ile İran arasında yolunda giden müzakereler, İran'ın dış varlığının serbest bırakılması, nükleer çalışmalarının kontrolü açılması, hemen hemen her konuyu neredeyse çözmüşlerken bir anda yapının yıkıldığını görüyoruz Hürmüz Boğazı yüzünden. Bence bu kriz belki de başta konuşulması gereken bir konunun sona bırakılmasıyla böyle oldu, bu şekilde gelişti. Ama tarafların bu koşullar altında çok daha fazla sürdürülebilir bir döngüye girdiklerini de düşünmüyorum. Yine bir arabulucu muhakkak araya girecektir. Bu Türkiye'de olabilir, önceki dönemde olduğu gibi Türkiye veyahut da Pakistan veyahut da bir başka ülke. Belki bu kez Avrupa ülkeleri taraf olmak yerine arabulucu rolüne de soyunabilirler. İki taraf aslında nefesini tüketmiş şekilde duruyorlar. Son roundda birbirlerine yumruk atamayan iki boksör olarak ben görüyorum her iki ülkeyi de birbirlerine şöyle yaslanarak, birbirlerine sarılarak ayakta durmaya çalışıyorlar. Bir an önce gongun çalmasını ve bu boks maçının sonlanmasını bekliyorlar. Benim tahminim Avrupa'dan böyle bir girişim söz konusu, arabuluculuk olarak söz konusu olabilir. Olursa başarı sağlanır mı? Bu da artık şartların ne olacağına bakar ama hem İran hem de Amerika Birleşik Devletleri şu anki durumun bitmesini dört gözle bekliyorlar. İndi Trump da Rusiyaya qarşı tətbiq elədiyi o sanksiyalarla bağlı qanun layihəsi ki var, İranı da həmin o Kənan bəy layihəyə daxil eləmək istəyir. Bunun özü İranı dizə gətirmək baxımından təsirli nə qədər ola bilər? Başqa bir tərəfdən də Əziz bəy dedi ki, vasitəçi ölkə kimi də hansısa bir Avropa ölkəsi ön plana çıxa bilər. Bu uğurlu olarmı, olmazmı? Həm də bu nöqtədə fikirlərinizi almışsın. Əvvəl qısa bir şey deyim, həm də Əziz müəllimin dediyinə bir replika olaraq. Məncə, indi vəziyyəti çətinləşdirən əsas məqam həm də odur ki, İran daxilində Sepah, bu tərəfdə də, yəni ABŞ-ın tərəfində də İsrail mane olur prosesə. Bu iki aktor olmasa, bəlkə də dil tapmaları mümkündür və ikisinə də müharibə sərf edilmir. İkisi də uduzub və yəqin ki, bundan sonra da müharibənin qazananı olmayacaq. Rəşad müəllimin dediyi kimi, mən də düşünürəm ki, xalqın ayağa qalxması zaman məsələsidir və biz bunu əvvəlki dövrlərdə görmüşük. Əvvəlki dövrlərdə İranda dəfələrlə aksiyalar olub və vəziyyət hələ bundan da daha yaxşı olduğu vaxtda. O baxımdan hətta bəlkə də elə İran əhalisinə nəysə bir bəhanə lazımdır ki, ayağa qalxsın. Amma indi Rəşad müəllim çox haqlıdır ki, indi ölkədə müharibə gedir deyə xalq ayağa qalxmır. Müharibə xalqın bu ayağa qalxmasını sanki ləngidir. Amma müharibə bitsə və xalq görsə ki, yeməyə qidası yoxdur, içməyə suyu yoxdur, məntiqlə elə eləməlidir və ayağa qalxmalıdır. O ki, qaldı sizin sualınıza, ABŞ-ın bu addımının İranla münasibətlərdə o qədər də həlledici olduğunu düşünmürəm. ABŞ yəqin ki, istəsə
obrazı dildə desək, müəyyən başqa nokaut zərbələrindən də istifadə edə bilər, amma indi ABŞ-a lazım olan daha çox əzələ nümayişidir. ABŞ daha çox İranla diplomatiyada maraqlıdır və ona görə də çox radikal addımlara getmək istəmir məncə. Vasitəçi kimi isə əlbəttə biz perspektivdə Türkiyənin də vasitəçiliyini görə bilərik, Pakistanın da vasitəçiliyi yenidən gündəmə gələ bilər. Hətta ola bilsin ki, Azərbaycan da hansısa məqamda vasitəçi kimi oyuna daxil ola bilər. Onsuz da Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. O baxımdan mən düşünmürəm ki, ABŞ-la İran münasibətlərində diplomatiya pəncərəsi tam bağlanıb. Əksinə hər iki tərəf diplomatiyaya yaxındır, diplomatiyaya meyllidir. Sadəcə olaraq hər iki tərəfin hegemon, dominant mövqeyi, Hörmüz boğazı ilə bağlı iddiaları, həmçinin, yəni ikinci faktor olaraq bayaq dediyim Sepahın və İsrailin sanki birinin digərinin əlinə oynaması vəziyyəti çətinləşdirir. Və düşünürəm ki, həm rəsmi Vaşinqton, həm də rəsmi Tehran bu reallığı anlasa, başa düşsə ki, bu oyunun sonu yoxdur, konsensusa gəlmələri mümkündür. Başa düşməyəcəkləri təqdirdə ilin sonuna yaxın biz yeni və bəlkə də daha uzun müddətli müharibənin şahidi ola bilərik. Bilirsiniz, demək, İranda əhalinin etiraz məsələsi gündəmə gəldi. Bugün İran prezidenti Məsud Pezeşkiyan da qeyd edib ki, müharibənin davam etməsi, İrana qarşı sanksiyalar, iqtisadi təzyiqin artırması xalqın artıq hakimiyyətə etimadını və dəstəyini kəsə bilər. Və təbii ki, bu həyəcan mesajdır, təbliğdir və bir növ prezident Məsud Pezeşkiyan bununla bağlı Sepah generallarına, Sepah rəhbərliyinə bir növ müraciət edir ki, müharibəni dayandırmaq lazımdır. Artıq Amerika Birləşmiş Ştatları da İran ətrafına yeni qüvvələr toplayır. Bunu Qalibaf da elan edib. Demək olar ki, İran da müharibəni yaxın şərqə tamamilə yayır. Husilər Yəməndə Səudiyyə Ərəbistana dəniz blokadası tətbiq edib. Təbii ki, bu təlimat Tehrandan gəlib. Dəniz blokadasının tətbiq edilməsi orada yeni bir müharibənin başlanması deməkdir. Həm Yəmən daxilində Səudiyyə Ərəbistan dəstəkli Ədən hökuməti ilə Husilərin hakimiyyətdə olduğu səna arasında daxili münaqişə, həmçinin yenidən koalisiya qüvvələrinin ərəblərdən Yəmənə müdaxiləsi, həmçinin Bəndər Abbas boğazının bağlanması, Babülməndəb boğazının bağlanması. Təbii ki, bu da dünya ticarətinə böyük zərbədir. Yəni göründüyü kimi hələ də İran tərəfi boğazlardan öz geosiyasi məqsədləri üçün istifadə edir. Yaxın perspektivdə hesab edirəm ki, bunlar təsirli rıçaqlardır Amerika Birləşmiş Ştatlarına qarşı. Taktiki cəhətdən müəyyən təsirli rıçaqlar ola bilər. Amma strateji cəhətdən İranın öz əleyhinə işləyəcək. Müharibənin də genişlənməsi bir növ Sepahın hər gün hakimiyyətin zəifləməsi deməkdir. Nəinki bunlar müharibəni aparmaqla güclənə bilərlər. Bəli, bunlar 40 günlük müharibədə müəyyən mövqelərini qorumuşdular, xalqın dəstəyini də qazanmışdılar. Rəşad müəllim də bəyə qeyd etdi, memorandumda da İranın lehinə olan məqamlar var idi, bəndlər var idi. Bir növ Sepah hakimiyyətin islahatçıları əlinə keçməməsi üçün, islahatçıların mövqeyinin güclənməməsi üçün məhz bu memorandumdan çıxdılar. İndi proseslər, mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bəli, diplomatiya açıqdır və Qətər burada 10 gün ərzində atəşkəsin təmin olunması üçün həm İrana, həmçinin ABŞ-a təkliflər paketi göndərib. 10 gün ərzində atəşkəs təmin olunur. İran Hörmüzdən blokadanı götürür, azad naviqasiya tətbiq olunur. Amma nə Tehranın, nə də bununla bağlı, nə də Vaşinqtondan hər hansı bir mövqeyi də ortada yoxdur. Niyə? İran mövqeyi var da. İran Qətəri bombalayır. Hə, bombalayır, bəli, gördüyünüz kimi. Mövqeyidir də. Bəli, tamamilə doğrudur. Amma Kənan bəy bir məsələyə diqqət çəkdi. Azərbaycan burada vasitəçi ola bilər.
Qətər bilirsiniz kiçik ölkədir, amma vasitəçi ola bilir. Bilirsiniz, Cenevra danışıqlarında da Qətər nümayəndə heyətinin tərkibində idi. Yaxşı olardı ki, Pakistan, Azərbaycan, Türkiyə bu məsələdə tamamilə İranla və ABŞ arasında vasitəçi ola bilərdi Qardaş, Azərbaycan. Türkiyə vasitəçi olmaq istəyirsə, Amerika Birləşmiş Ştatları da razılıq vermişdi. İmtina kim elədi? İran elədi. İran imtina elədi da Türkiyə vasitəsi. Mən də sual verdim, İran nəyə güvəndi imtina elədi? Babil-Məndab boğazına, Hörmüz boğazına. Bəli, Hörmüz boğazına güvəniblər bunlar. Rusiya, Çin sıradan çıxdı, dediniz ki, güvənmək lazım deyil. Qaldı boğazlar. Boğazlara güvəniblər. İndi son əlində Babil-Məndab boğazıdır. Bunun da indi son variant kimi tətbiq edəcəklər. Son kart kimi. Mən düşünürəm ki, bundan sonra onların əlində hər hansı bir kart olmayacaq. Onsuz fikir versiniz, heç qiymətlərə də artıq elə təsir eləmir. Yox. İranı nə Amerika Birləşmiş Ştatları, nə İsrail, nə hər hansı bir xarici qüvvə dağıtmayacaq. İranı sepat dağıdacaq. Düşmən lazım deyil ona. Aydındır. Məsud Pezeşkan da onu deyir. Və verdiyi bəyanatlar, Abbas Ərəqçinin bugün verdiyi müsahibələrdə tamamilə Sebaha ünvanlanıb. Yəni, İran daxilində konsolidasiyanın olmaması, güclü ali dini rəhbərin olmaması, Müstəzif Xamneyi yoxdur. O tamamilə fizioloji olaraq o nə danışa bilir, nə də xalqın üzünə çıxa bilir. Çünki əli, qolu, üzü yanıb. Əgər mən əminliklə deyirəm ki, Müstəzif Xamneyi fizioloji olaraq tam sağlamdırsa, Sebah çoxdan onun videosunu çəkərdi, müəyyən vaxtda 1 saatdan, 2 saatdan sonra yayardı. Yoxsa təbii ki, canlı yayma çıxarmazdılar. Ona görə mən düşünürəm ki, Müstəzif Xamneyi yoxdur. Bütün qərarlar Sebah komandanları tərəfindən verilir. Əhməd Rızayed, Əhməd Vahidi, Möhsin Rıza, Əhməd Vahidi, orada Cəlilidir, Yəhya Səfəvidir. Bunlar yığışıblar, bir növ İranı tamamilə strateji böhrana, strateji dalana salırlar və təbii ki, prezidentin də ciddi səlahiyyəti yoxdur. Məsud Pezeşkan hesab edirəm ki, xalqı ayağa qaldırmalıdır Sebaha qarşı. Hətta mən istisna etmirəm ki, onlar bir-birinə də qarşı hökumətlə Sebah arasında bir-birlərinə qarşı suiqəst əməliyyatlarda və yaxud silahlı daxili münaqişədə baş verə bilər. Ordu ilə Sebahın nəzarətində olan təhlükəsizlik qüvvələri arasında. Və çünki prezident Məsud Pezeşkanın elan etdiyi kimi xalqın vəziyyəti ağırlaşır, sanksiyalar, xalq bizə etimadı itirəcək və xalq bizdən üz döndərəcək. Yəni, mesajdır. Bundan düşünürəm ki, Sebah rəhbərləri də nəticə çıxarmasa, proseslər İran üçün çox faciəli sonuçlar nəticələnə bilər. Mən Rəşad müəllimlə bir məqamı da dəqiqləşdirmək istəyirəm. Rəşad müəllim, CNN bir məlumat yaydı ki, Səudiyyə Ərəbistanına Amerika Birləşmiş Ştatları uranı zənginləşdirməyə imkan verəcək nüvə sazişini artıq Trump administrasiyası təsdiq edə bilər. Yəni, administrasiyanın təsdiqi gözlənilir. Trump administrasiyası Səudiyyə Ərəbistanına nüvə silahlarının inkişafının qarşısını almaq üçün nəzərdə tutulmuş beynəlxalq təminatlar tətbiq etmədən uranı zənginləşdirməyə icazə verməyə ilkin razılıq verib. Bunu CNN bu məlumatı paylaşıb. Yəni, Riyada bir nüvə kartı verilir. Amerika Birləşmiş Ştatları yaxın şərqdə nə qurmaq istəyir? Planı nədir Birləşmiş Ştatların yaxın şərqdə? Çünki bu, başqa ölkələrə də artıq president verəcək ki, bəli də deyəcək, Türkiyə də deyəcək ki, mən nüvə silahı. Absurd bir qərardır. Çünki mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları belə bir addım atsın. Ola bilər ki, Səudiyyə Ərəbistanını bu və ya digər şəkildə İrana qarşı stimullaşdırılmaq üçün belə bəyanatlar və yaxud da sözlər verilib. Amma ona bu imkanın yaradılacağını açığı mən düşünmürəm. Yəni, Səudiyyə Ərəbistanında. Çünki Amerika Birləşmiş Ştatları da kifayət qədər yaxşı bilir ki, bu günləri Səudiyyə Ərəbistanına bu imkanların yaradılması faktiki olaraq digər ölkələrin də eyni imkanı özləri üçün tələb etməsinə yatırıb. Amma Rəşad müəllim, sonra da qayda kimi terror təşkilatının əlinə keçə bilər həmin nüvə silahları. Yəni, söhbət odur ki, bu günləri söhbət nüvə silahından getmir. Təbii ki, uranın zənginləşdirilməsinə söhbət gedir. Amma uranın zənginləşdirilməsi də nüvə silahının əldə olunmasının vacib proseslərindən biridir da, düzdürmü? Yəni, sabahları, belə deyək, nəzarətsiz şəkildə bunun necə olacağını heç kim proqnozlaşdıra bilməz. Amma hətta bu istiqamətdə indi razılaşmanın olması belə avtomatik olaraq ortaya suallar çıxaracaq. Birinci, İran deyəcək ki, yaxşı, mənə niyə olmaz, Səudiyyəyə olar. Bu bir. İkincisi,
Misir... Bəlkə elə İrandan ala bilmir, istəyir Səudiyyədə də Yox, olsun. İkincisi Misir deyəcək ki, eyni şeyi mən də özüm üçün istəyirəm. Yəni, niyə Səudiyyə olur, məsələn, Misirə olmur, düzdürmü? Birləşmiş Ərəb Əmirlikləri onsuz da bu və digər şəkildə inkişaf etdirir, amma kommersiya məqsədləri ilə və beynəlxalq nəzarət altında. Amma indi deyilən kimi, yəni Səudiyyə yaradılacaq imkan kimi bir imkan olacaqsa, təbii ki, onlar da avtomatik olaraq tələb edəcəklər. Buna ən vacibi də NATO üzvü olan Türkiyə. Yəni, Türkiyə bu günləri böyük ölçüdə enerji asıllığından tamamilə azad olmaq üçün nüvə enerjisinə çox böyük ehtiyac duyan bir ölkədir. Və təbii ki, kiməsə bu imkanlar yaradılacaqsa, ilk növbədə Türkiyənin haqqı çatır, NATO ölkəsi olaraq ki, bunu özü üçün tələb etsin. Ona görə də atom elektrik stansiyası o başqa şeydir. Elektrik stansiyası tikilməyi onun Türkiyənin daxilində nüvənin zənginləşdirilməsi demək deyil. Biz bilirik ki, o Akkuyunun yanacağı belə Rusiyadan gətiriləcək ora. Yəni, o baxımdan belə bir şeyin olması istəyirəm, yəni mümkün olmayan bir şey kimi görünür. Yəni deyirəm, bunun Amerika Birləşmiş Ştatlarının hansı məqsədlə etməsi və yaxud da doğrudan da bu şey varsa da, bu yəni indiki mərhələdə yəni Səudiyyəni hansısa formada stimullaşdırmağa hesablanıb və təəccüblü də deyil ki, faktiki olaraq bu məsələ ortaya çıxan gününün səhərisi Səudiyyə ilə Hüslər arasında belə deyək, biz aktiv əməliyyatlara şahidlik etdik. O baxımdan ikinci bir tərəfdən bu administrasiyanın həmən filan kəsə bu icazəni verirəm qərarı ilə deyil bu məsələlər. Bu məsələlərdə beynəlxalq atom agentliyinin mövqeyi lazımdır. Bu məsələdə Amerika Birləşmiş Ştatlarının daxilində digər siyasi institutların, Konqresin, Senatın və s. mövqeyi lazımdır. İsrail imkan verəcək. Bütün bunlar var. Yəni, bu sadəcə olaraq ortaya atılmış bir fikirdir və perspektivi də olmayan bir fikirdir zənnəm. Amma bir məsələn deməli, yaxın şərqdə Səudiyyə Ərəbistanı, Türkiyə və Misir yeni bir ittifaq qururlar. İsrail də Birləşmiş Ərəb Əmirliklərində də yeni bir ittifaq var və bunlar Afrikada mübarizə aparırlar. Demək olar ki, yaxın şərqdə bu İran ətrafında, məsələn, Afrikanın şimalında İsrail və Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə və Türkiyəyə qarşı, həmçinin Misirə qarşı düşməncəsinə fəaliyyətdədirlər. Yəni bu nöqteyi nəzərdən məhz İsrail imkan verməz ki, həmçinin Yəhudi lobbistə konqresdə Səudiyyə Ərəbistan nüvə silahı əlinə keçsin. Məsələn, Somali ilə bağlı. Uran zənginləşdirilməsi. Həmçinin baxın, Türkiyəyə qarşı Somali istiqamətində İsrail orada separatçı bir rejimi Somaliləndi tanıyıb, onların prezidentini də qəbul etdi İsraildə. Yəni, yaxın şərqdə təkcə Amerika-İran müharibəsi deyil ki, demək olar ki, yaxın və orta şərqdə demək olar ki, ittifaqlar var və şahmat oyunu gedir və dediyim kimi İsrail Birləşmiş Ərəb Əmirliyi oxur, həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Misr oxur. Və bütün bu proseslərin başında aktor Türkiyədir. Amerika Birləşmiş Ştatları da bir çox məsələlərdə Səudiyyə Türkiyə oxuna dəstək verir. Amma İsrail və Birləşmiş Ərəb Əmirliyinin planı ilə də Amerika Birləşmiş Ştatları o qədər də razı deyil. Mən hesab edirəm ki, yaxın və orta şərqdə baş verən bu proseslə Ərəb baharından sonra yaxın şərqin dizaynının, siyasi nizamı və təhlükəsizlik arxitekturasını tamamilə dəyişəcək. Elə Suriyada baş verən hakimiyyət dəyişimi, həmçinin Qəzza zolağında hakimiyyət dəyişimi, Livanda Hizbullahla proseslər həmin siyasi nizam və təhlükəsizlik arxitekturasının bir hissəsidir. Həmçinin Husilərə də qarşı başlayacaq da əməliyyat bu prosesdə Türkiyədə var, Səudiyyə Ərəbistanı da, Misirdə, İranın proksi qüvvələrində sıradan çıxarmaqdır. Nəzərə alaq ki, Birləşmiş Ərəb Əmirlikləri Yəməndə Səudiyyə Ərəbistanına da qarşı vuruşur. Həmçinin Somalidə də Türkiyəyə qarşı da vuruşur. Görürsünüz, tamamilə burulğan vəziyyətdədir, yaxın və orta şərq. Səudiyyə ilə Pakistan əlaqələrini nəzərə almaq lazımdır. Bəli. Sabahları Pakistan artıq İrana xəbərdarlıq edir. Yəni, bu günləri İran üzərinə getməsə belə Pakistan, amma rahat şəkildə
Yaman istiqamətində proseslərə qoşula bilər. Çünki Yəmən yeni barıt çəlləyidir. Sabahları Yəməndən tuşlanan raketlər Səudiyyə Ərəbistan neft yataqları yandıra bilər. Qırmızı dənizdə yeni bir eskalasiya yarada bilərlər və hətta deyərdim ki, Səudiyyə Ərəbistanla Birləşmiş Ərəb Əmirliyi arasında yeni münaqişə də ortaya çıxa bilər. Onsuz bunlar Yəməndə vuruşursa, sabahları sərhəddə də yeni toqquşmanın olması da istisna deyil. Yaxın və Orta Şərq barıt çəlləyidir və getdikcə həmin barıt çəlləkləri bir-bir partlayır və bu da təbii ki, İsrailin bir maraqlarına da cavab verməkdədir. Amma bu prosesin başında Türkiyədir. Türkiyə çox çalışır ki, bu müharibələri, bu böhranı tamamilə danışıqlar yolla, diplomatik yolla həll eləsin və Türkiyənin əsas xətti yeni bir inkişaf oxu yaratmaqdır. İlk növbədə birinci dini, sünni bir sistemi yaratmaq, Şiə hilalı tamamilə məhv olub. Həmçinin Türkiyənin əsas hədəfi bəyaları mən qeyd etdim. Regionun karbohidrogen ehtiyatlarının təhlükəsiz şəkildə Suriya üzərindən, Türkiyə üzərindən qərbə daşımaqdır. Yəni proseslər bundan ibarətdir. Hətta Tom Barakın da bununla bağlı, əziz hocam, bəzi məqamları qeyd edib, açıqlaması olub. Tom Barak bildirib ki, Prezident Trumpın Yaxın Şərq dövlətlərini birləşdirməyə yönəlmiş yeni ittifaqlar paradigması var. Türkiyə və Körfəz arasında transformativ dəhliz xəritəsini Donald Trump çəkir. Bu, Hörmüz boğazının tezliklə əhəmiyyətini itirəcək bir vəziyyətə gətirəcək. Bu nöqtədə də fikirlərinizi almaq istəyərdim ki, ümumiyyətlə quru marşrutları, boru kəmərləri, dəhlizlər doğrudanmı dəniz marşrutlarına alternativ ola bilər enerjilərin daşınması baxımından? Şimdi muhakkak ki olur, olmaz diye bir şey yok. Bu geçmişte de denendiği ve çalışan benzer uygulamalar var ama tabii bu ne kadar zamanda sonuçlanır? Yani 1 yılda, 2 yılda, 3 yılda değil, neredeyse tam olarak 5 yıl ve üzeri bir süreden bahsediyoruz. Yani kısa vadede dengeleri değiştirecek, stratejileri farklılaştıracak bir hamle değil, olamaz. Ama yani olasılığından bahsetmek, bunun hayata geçebileceğinden bahsetmek bir yerde bölge ülkelerine yönelik de sadece İran'a değil, Amerika Birleşik Devletleri'nin bölge ülkelerinin de motivasyonunu toparlamak açısından yapmış olduğu bir uyarıdır kanaatimce. Neden? Çünkü Körfez ülkeleri şu an itibariyle çok dillendirmeseler bile içerisinde bulundukları ya da sokuldukları, getirildikleri durumdan çok memnun olmasalar gerek. Neden? Çünkü İran gibi agresif bir ülkenin hedefi haline geldiler ve sürekli olarak da bunun zararını, yani yaşanan savaşın doğrudan zararını gören ülkeler kendileri oluyor. Amerika Birleşik Devletleri'nin bu konuda herhangi bir maruz kaldığı durum yok. O dağılan, işte bu noktada dağılan motivasyonu toparlayıcı bir denge bozucu hareket olarak görüyorum. Tom Barak'ın yapmış olduğu açıklamalar ve gerçekleştirmiş olduğu girişimler aslında bize bunu gösteriyor. Yani nükleer programlar başlatılabileceği, farklı ülkelerin de nükleer programa dahil edilebileceği açıklamaları kısa vadede zaten sonuç getirecek olaylar değil. Uzun soluklu projelerden bahsediyoruz ama tabii ki uzun soluklu düşünmek de lazım. Bölgeyi, ülkelerin durumunu, ilişkilerini Hocam, siz ehtimal verirsinizmi ki, Riyadda da uranın zənginləşdirilməsi ilə bağlı Trump bir qərar qəbul edəcək və onlar sərbəst şəkildə uranı zənginləşdirə biləcəklər? Şöyle düşünmek lazım. Neden diye bir soru sormak lazım. Yani ne açıdan ihtiyacı var ki bu yöne yönelmiş olduğunu düşünelim. Yani silah açısından bir ihtiyaç varsa bunu Amerika Birleşik Devletleri tarafından karşılanabilir. Buna da kimse, şu anki dünya yapısına baktığımızda kimse de itiraz etmez, karşı çıkmaz, karşı çıkamaz. Sadece bir iki orta sertlikte açıklama yapılır. Bunun dışında da Amerika'nın tamamen kendi kontrolünde olacak silahları orada görürüz. Keza baktığımızda imkan altyapısının da
çok fazla olmadığını görüyoruz. Yani evet, İran'ın bu yönde gelişmiş insan gücü var, bir beyin takımı var. Türkiye bunu yapabilir. İsrail'in yaptığını da biliyoruz. Ama işte Suudi Arabistan bu yöne hiç eğilmemiş bir ülke. Bu yönde hiç çalışması olmayan bir ülke. Toparlanıp bunu gerekli altyapıyı kurup çalışmaya başlaması ve sonuç almaya başlaması 1 yıl, 2 yıl değil, en az 10 yılı bulur. 10 yıllık bir projeksiyonun bugün dile getiriyor olması bence sadece ve sadece tehditkar açıklama ihtiyacından kaynaklanmıştır. Altının dolu olduğunu ben çok fazla düşünmüyorum. Amerika Birleşik Devletleri'nin Körfez ülkelerine bu yönde herhangi bir izin vereceğini, yani nükleer program başlatıp nükleer programlarını geliştirmelerine çok fazla izin vereceğini, çok fazla bu konuda hareket imkanı tanıyacağını düşünmüyorum. Çünkü kontrol açısından sıkıntı olacak, ekonomik anlamda artık kendi yollarına girmiş ülkelerden bahsediyoruz. Bir tek Amerika'nın bu ülkeleri kontrol edebileceği nokta, askeri nokta kaldı. Onu da Amerikan yönetimi kaybetmek istemeyecektir. Aydındır. Kənan bəydən də elə mövqeyini öyrənmək istəyərdim. Bu nöqtədə söhbət Səudiyyə Ərəbistandan getmir. Əlbəttə, söhbət quru marşrutlarından və Tom Barakın vermiş olduğu açıqlamalardan gedir ki, doğrudanmı belə quru marşrutları Hörmüzə alternativ ola biləcək marşrutlardır. Hətta bu projelerin, layihələrin içərisinə Türkiyənin də adı çəkilir, daxil edilir Türkiyədə bura. İsrailin bu nöqtədə mövqeyi necə ola bilər? Belə layihələr reallaşdırılarsa Türkiyə ilə bağlı. Yox, mən əslində əziz müəllimdən fərqli olaraq bu layihələrin eyni gücdə və eyni effektdə olacağını düşünmürəm. Çünki dəniz marşrutu, yəni həmişə dəniz marşrutunun əhəmiyyəti başqa cür olur. Daha təhlükəsizdir məsələn və yaxud da daha çox daşınma imkanı var, qiyməti daha adətən fərqli olur. Bu baxımdan mən düşünmürəm ki, o diplomatın dediyi kimi perspektivdə quru marşrutu dəniz marşrutuna adekvat ola bilər. O ki, qaldı İsrailin mövqeyinə. İsrailin mövqeyində bu məsələdə bir mənalı olacağını düşünmürəm. Hətta ümumiyyətlə bu layihənin, bu məsələnin özünün reallaşacağına ümidim azdır. O baxımdan düşünmürəm. Niyə azdır ümidiniz? Məsəl üçün, Kərkük-Banyas boru kəməri var. O boru kəməri ötən əsrin 50-ci illərində inşa olunmağa başlayıb həmin o boru kəməri. İndi də onun artıq bərpa prosesinə başlanılır. O boru kəməri ilə dənizdən daşınan enerji ehtiyatları belə deyək, alternativ ola bilər. 2 milyon azdır. 2 milyon barel az deməzdim, amma digər alternativ borular da çəkiləcək. Perspektivdə var ki, 10 milyon barel neft tədarük edilsin Aral dənizdə. Bu da kifayət qədər böyük rəqəmdir. Düzdür, Hörmüzdə 20 milyon barel neft axır. Amma nəzərə alaq ki, 10 milyon barel təkcə Küveytlə Səudiyyə Ərəbistanı nəzərdə tutulur. Amma Birləşmiş Ərəb Əmirliyin də, Qətərin də, Omanın da növbəti mərhələdə bu kəmərə qoşulacağı da istisna deyil. Həmçinin təkcə o kəmərdən də əlavə Səudiyyə Ərəbistanın da özü Qırmızı dəniz istiqamətinə onun neft kəməri var. Oradan da 2 milyon barel neft axır. Mən hesab edirəm ki, 20 milyon yox, 15-16 milyon barelə qaldırılsa, bu kifayət qədər rəqəmdir və dəniz yolundan da daha çox əlverişlidir və az da vəsait xərclənir, həmçində təhlükəsizdir. Bilirsiniz ki, gəmilərin sığortası var, təhlükəsizliyi var, dəniz piratçıları var və kifayət qədər dəniz qurudan çox-çox bahadır. Həm də vaxt məsələləri var. Ona görə də hesab edirəm ki, boru kəməri daha da uyğundur, perspektivlidir. Bəs Kənan bəy, niyə ehtimal vermirsiniz boru kəmərlərin perspektivli olacağı ilə bağlı gələcək? Ən azı yaxın gələcək üçün ehtimal edirəm. Çünki bu dəniz marşrutlarının qüvvədə qalmasında və dəniz marşrutlarının hələ də effektivliyini itirməməsində maraqlı olan qüvvələr var. Və ən azı bu proses onların müqaviməti ilə üzləşəcək. Söhbət hansı qüvvələrdən gedir? Ən azından, məsələn, İran bu prosesə bu və digər formada təbii ki, müqavimət göstərəcək. O baxımdan yaxın gələcəkdə, ən azı yaxın gələcəkdə bu proses... İran necə müqavimət göstərəcək? İran onsuz da blokadiya alıbdır.
Hansı qüvvələr ola bilər ki, onlar maraqlı deyirlər? Siz dediyiniz senari olsa, İran tamamilə artıq oyundan kənar vəziyyətdə qalacaq. Planda İranı oyundan kənara Ona görə də, elə mənim də demək istədiyim odur ki, ona görə də mümkün qədər çalışacaq ki, ən azı bu prosesi tormozlatsın, ləngitsin, ən azı. Amma o prosesə doğru aparır ki, əvvəl belə layihələrdən danışmırdı diplomatlar, artıq indi belə marşrutlardan danışırlar. Birincisi, mən də Kənan bəy kimi düşünürəm və dəniz yolu ilə daşınmaların quru yolu ilə daşınmadan daha ucuz başa gəldiyi qənaətindəyəm. Hətta sığorta falan pulların hesablasaq belə. Amma boru kəməri daha ucuz başa gəlir. İkinci, boru kəmərinin hazır boru kəmərindən söhbət getmir, bunun tikintisindən söhbət gedir. Bu İndi Kərkük Baniyas hazırdır. O olduqca böyük miqdarda əlavə maliyyə vəsaitinin cəlb olunması deməkdir. Üçüncüsü, müddət məsələsi. Bu prosesi gələcəkdə 10 il, 15 ildən sonra hansısa formada nəyəsə nail olmaq mümkündür. Söhbət bu gündən gedir. Bu günləri quru yolu ilə daşınmalar tez başa gələn bir şey olsaydı, Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya Şimal dənizində artıq 20 ildir dayanmış qurğuların yenidən istismara buraxılması və oradan neftin çıxarılması istiqamətində fəaliyyəti dəstəkləməzdir. Amma İraqdan da deyim, İraqdan da tankerlər artıq Suriya ərazisindən Aral dənizə gedir. Yenə tanker. Yox, gəmi tankerlər deyil. Üzr istəyirəm, avtomobillərlə daşınır. Avtomobilə gələk indi. Təsəvvür eləyək də, məsəl üçün, İran ərazisindən də belə deyək, dəmir yolu ilə daşınmalar var idi da, düzdürmü? Bəli. Məsələn, bir 100 vaqon təsəvvür eləyək, 100 vaqon neft daşıyan bir qatarı təsəvvür eləyək. 100 vaqonun daşıdığı neftin həcmi ən yaxşı halda 44 min bareldir. 44-45 min barel. Bir gəminin daşıdığı neft 1 milyon da var, milyon yarım da var, hətta 3 milyon barel neft daşıyan tankerlər mövcuddur. Yəni, bu günləri dəmir yol vasitəsilə və yaxud da avtomobil vasitəsilə bunun daşınması heç bir halda dəniz yolunun alternativi ola bilməz. Boru kəmərləri hansısa formada ola bilər. Amma boru kəmərlərinin çəkilməsi üçün də çox böyük xərc və uzun müddətli bir dövr var. İkinci bir tərəfdən. Deyirsiniz ki, İran nə edə bilər? Ayrı-ayrı istiqamətlərdə hərəkətə. Bu günləri Hörmüzdə elədiyini eləyə bilər. Neft kəmərlərini vura bilər. Neft kəmərlərini vurar. Yəni, maneçilik törədəcəksə o istiqamətdə də törədər. Ona görə də bu məsələnin belə deyək, İranı razı salan formada və yaxud da İranın müqavimətinin tamamilə qırılmadan həlli imkanları demək olar ki, yoxdur. Bu günləri Amerika Birləşmiş Ştatları çalışdı ki, Oman istiqamətində bir cənub alternativi formalaşdırsın. İran da bu günləri məhz o gəmilərə hədəf alır. Yəni, İran öz ərazisindən çıxan gəmilər hədəfə alınmır ki, Oman istiqamətindən hərəkət edən tankerlər hədəfə alınır. Onlar zərbə altına qoyulur. Çünki bütün alternativlərə qarşıdır İran. O baxımdan da indi haqqında danışılan layihələrin özü belə gələcək perspektivdə bu və ya digər şəkildə risk altında qala bilər. Yəni, heç biri belə deyək, riskdən sığortalanmayıb. Onda belə çıxır ki, Trump layihəsi, Zəngəzur trip layihəsinə də İran qarşı çıxa bilər də belə. Əgər alternativ olaraq deyir ki, boru kəmərlərini vurur, Amerika layihəsidir, Oman istiqamətində həmin İran sahillərinə yox, Oman ərazisinə alternativ körfəzdən keçən gəmiləri vurursa... Söhbət İran əlindəki əsas bu vurula biləcək məsələlər İran neft ölkəsidir. İran bazara enerji çıxartmaq hesabına. Amma Zəngəzurdan da neft qaz kəməri hesabına yaşayır. Və bu günləri onsuz da İran ərazisindən də o istiqamətdə hər hansı bir qazın daşınması kimi bir kəmərlər yoxdur ki, ona alternativ formalaşsın. Bu günləri sadəcə, hamımız da kifayət qədər yaxşı bilirik ki, İranın Zəngəzur dəhlizi ilə bağlı problemi hansısa alternativ dəhlizlərin olması ilə bağlı deyil, Türk birliyi ilə bağlı olan problem. Yox, təkcə dəhlizlər nəzər tuğru da var. O ikinci dərəcəli bir məsələdir. Prinsip etibarilə də sabahları, yenə deyirəm, bunlar bu günləri bütün ətraflarını zərbə altına qoyurlarsa, bir dənə də olsun normal müttəfiqi olan müsəlman ölkəsi yoxdursa bu ölkənin, sabahları haranı deyəsən vurar, amma
Bəxtimiz ondan yatırıb ki, bu trip marşrutu Azərbaycan ərazisindən yox, Ermənistan ərazisindən keçir və yəni qardaş ölkənin İran üçün ərazisindən keçir deyənə onu zərbə altına qoymayacaq. Yəni ondan tamamilə rahat ola bilər. İraq baş naziri niyə Tehrana gedir? İndi həftə sonu deyir, ora gedəcək. Vaşinqtonda Donald Trumpla görüş həyata keçirildi. Burada məqsəd nə ola bilər? Ola bilərmi ki, elə bu quru marşrutları ilə bağlı da müəyyən razılaşmalar əldə eləsinlər ki, Kərkükdən keçən o kəmərlər Suriya üzərindən ki, hansı ki, Aralıq dənizinə, oradan da Avropaya keçən enerjini daşıyan kəmərlərə zərbə indirməyin, indi hansısa sənədlər də imzalanacaq deyil. İraq, Amerika Birləşmiş Ştatları üçün İranı çevrələmək baxımından necə bir strateji yerdirsə, İran üçün də bir o qədər strateji əhəmiyyət daşıyan bir yerdir. Və səfərin də Amerika Birləşmiş Ştatlarından sonra bu həftənin sonuna nəzərdə tutulub da, yəni. Nəzərdə tutulması faktiki olaraq Amerika Birləşmiş Ştatları ilə əldə olunan razılaşmaların İran tərəfindən etirazla qarşılanmaması üçün İranla da müvafiq sövdələşmələrin əldə olunması ilə bağlıdır. Dediyiniz hər şey müzakirə oluna bilər o məsələdə. İran üçün İraq prioritetdir və haqqında çox danışdığımız PKK-nın yaraqlılarının bir keçid məntəqəsi olaraq. Bu istiqamətdə təhlükəsizlik İran üçün olduqca vacibdir və İraqdan bu istiqamətdə müəyyən razılaşmalar. İraq nəzarət eləyə bilmir. Söhbət ondan gedir də, yəni tam nəzarətində olmayan ərazilərdə, amma prinsip etibarilə İraqdır da. Bu baxımdan bu məsələ var. Dediyiniz o quru yolu ilə daşınmalar və s. məsələləri var. Tehranı razı salmaq üçün. Tehranı mütləq şəkildə, yəni İraq bu istiqamətdə fəaliyyəti həyata keçirmək istəyirsə, Tehranla da müəyyən istiqamətdə bir razılaşmaların əldə olunması vacibdir. İkinci bir tərəfdən, çox böyük ehtimalla Amerika Birləşmiş Ştatları ilə İraq baş naziri arasında görüşdə ümumiyyətlə bu regiondakı vəziyyət və buna Amerika Birləşmiş Ştatlarının baxışları və s. də müzakirə olunur. Yəni, o baxımdan İraqın burada hansısa formada İranla bir dil tapması və yaxud da növbəti mərhələdə bayaqdan biz vasitəçi ölkələrdən ki danışırdıq, İraqın hansısa formada vasitəçi qismində hansısa iştirakı və s. məsələlərdə müzakirə oluna bilər. Yəni, bu günləri Amerika Birləşmiş Ştatları İraqa necə baxırsa, İran da İraqa faktiki olaraq o cür baxır. Yəni, strateji nöqtə olaraq baxır və o baxımdan hər ikisinin ortaq, belə deyək, maraqları var. İraqın da maraqları var, İranın da maraqları var. Növbəti mərhələdə bir-birlərinin ərazisindən keçəcək kommunikasiya layihələri, dəhlizlər və s. məsələlər var. Sabahları vəziyyət sakitləşəndən sonra, bir dinçlik dövrü başlayandan sonra, hər nə qədər indi yaxın perspektivdə görsənməsə belə, İran normal olaraq təcriddən qurtarsa, normal sivil digər ölkələrlə münasibətlərə başlasa, əlində kifayət qədər böyük perspektivlər var əslində İranın. Ölkənin ərazisindən keçən dəhlizdən məsələsində perspektivi var, özünün təbii ehtiyatlar məsələsində perspektivi var. Ona görə də, yəni, əslində İranın, belə deyək, sabitləşmədən uğuru kifayət qədər çox ola bilər, amma təəssüf ki, bu günləri İranda heç də bütün strukturlar bu istiqamətdə konkret addımlar atmaq niyyətini ortaya qoymurlar. Aydındır. Təşəkkür edirəm Rəşad müəllim. Hər birinizə minnətdaram. Əziz bəy, sizə də minnətdaram. Fikirlərinizi bizimlə bölüşdünüz. Hazırda da elə ABŞ və İran arasında cəryan edən proseslərlə bağlı isti məlumatlar paylaşılır. Amerika Birləşmiş Ştatları İranın cənub mərkəzində yerləşən Şiraz bölgəsinə hava zərbəsi endirib. Biz prosesləri izləyirik, əziz tamaşaçılar. Siz də proseslərdən xəbərdar olmaq üçün bizi izləyin. Görüşərik.